Tamam. Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliyine qarşı əski Türkçə kitaplar proqramının 304-cü bölümün başlayıram Allahın lütfu ilə. Allaha şükür olsun ki, bu günləri də həyat verdi, bu günlərdə yaşamı qismət elədi feylən. Buracan. Bəlli deyil bundan sonra nə olacaq. Və mən çalışacağam ki, bu günləri bir neçə türkü dilində yazılmış, neçə yüzyıl bundan qabaq türkü dilində yazılmış ədəbi, siyasi, hüquqi, ya elmi kitablardan, risalələrdən bir-ikisi ilə tanış olaq. Bunun üçün bilirsiniz, mən daima gedirəm bu Azərbaş dostumuzun kitabxanasına Telegramda onlar cənablarının bir şeyi var, kanalları var da Azərbaş Kitabxanası adında. Ora gedirəm, oradan 150, 200, 300 bəzən kitab indirirəm, onları oxuyuram və təzəşdən yenə bir ayrısın. İndi isə aynı vəziyyətdədir, yəni kitabları indirmişik bir-iki gün bundan qabaq və başlamışıq oxumağa. Dünənləri Ruhul Kəlam, Divan-ı Sabit bunları oxuduq ki, Ruhul Kəlam özü 2 dənə kitaba bölünürdü. Çox önəmli bir kitabdır bu Ruhul Kəlam, dərin, anlamlı, məncə bugünkü dünyada da yeri boş olan bir kitabdır. Amma bu əsrar-ı nə məniydi adı? Nəşəqət-i Əsrar adında bir kitab və bir də Ustuvani Hələb. Bu iki kitabı açaq. Dünən də əlbəttə bu birinci kitabı açdıq. Biraz da ondan oxuduq. Amma Divan-ı Sabit Əfəndini bağlayaq. İnşəqqətil Əsrar və bu da ki, dünən açmışdıq da Ustuvani Hələb. Tamam. İnşəqqətil Əsrarı dünənləri ya geçənki proqramda oxumağa başladıq. Mən çox sevdim. Onun birinci şeirini istəyirəm bir dəfə də oxuyayım. Kitabı üçün dünənləri görmüşük. İstəmirəm kitabı göstərim. Belə gedək kitabın mətninə. Bismillahirrahmanirrahim. Allahümme salli ala mən minhu enşəqqətil əsrar billah. Ya Allah, təsliyə ilə Ya Allah, təsliyə ilə ol vücud-i şərifi nəbəvi üzərinə ki, təsliyə eylədir da əslində. Təsliyə eyl, ya Allah, təsliyə ilə ol vücud-i şərifi nəbəvi üzərinə ki, cəmi-i əsrar-ı kuniyyə və əsrar-ı ilahiyyənin hüviyyətindən münşəq olmuş və zuhur gəlmiş və husul bulmuşdur. Yəni, cəmi-i kainat təəyyününə məbdə və mənşə fəxr aləmdir əleyhissalatu vəssalam. Pəs icmalidə, xülasəsi, məhəlli inşiqaqi hüviyyəti Peyğəmbər sallallahu aleyhi və səlləm və təfsilidə aləmi, afaq və ənfüs və həqiqətdə hüviyyətdir. Hüviyyət haqdır. Fəəfhəm ciddən, dəqiqən, yaxçı düşün, ciddən, fəəfhəm yaxçı, yəni pəs düşür, çox da ciddi düşün. Bəzi ürfan bu məhəllə münasib nə gözəl buyurmuşlar. Nə demişlər görək bu ürfan, ariflər. Cəmi arifdir. Cümləmiz ağu qara həb yerin toprağıyız. Ayrılıq yox hər birimiz, bir dirəxt bayrağıyız, yaprağıyız üstəm. Cümləmiz ağ-qara, həb bir yerin toprağıyız. Ayrılıq yox hər birimiz, bir dirəxt yaprağıyız. Bir vücud asarıyız. Padişahın qulləri, bir çırağın nuruyuz. Bir çırağın nuruyuz. Həm bir tağın
irmağıyız. İrmaq sular ki axır olar. Tağ da həman dağ, bir dağın irmağıyız. Bir gülistan gülləri, bir gülşənin bülbülləri, bir dirəxtün sayəsi, bir aşiyanın zağıyız. Bir səhab əmtarıyız, həm bir sədəf lö'lüləri, bir dəniz əmbacıyız, həm bir gülün bir külün ayağıyız. Mənşəyi dünya və mafiha Muhammed nuridir. Hamdülillah qaziya, aydın eli toprağıyız. Çox əla şeirdir. Yəni dediyim kimi batılılar bizim beynimizi elə eləyiblər ki, biz istiyoruz dünyadan hər şey haqqında danışaq, bir qanun, bir qərarnamə, bir haqq adında danışaq, ya bir savaş haqqında danışaq, gedirik Avropalıların filan festivaldən, filandan danışırıq. Yəni elə ki, dünyanın başlanışı olardı. Onlardan öncə dünyada bir qərardatlar olmayıbdı. Dünyanın bir zamanda necə bu günlərə Amerika dünyada ən güclü dövlətdir və bu acı həqiqətdə həqiqətdir. Yəni doğrudur ki, Amerika güclüdür. Güclü olduğunun üstünə hamıya əmir verir. Yer kürəsinin lotusudur indi feylən. Silahı çoxdur, ordusu çoxdur, pulu çoxdur. Bu da iki şeydən gəlir. Yəni bu güc birincisi cəmiyyətdən gəlir. Cəmiyyəti çoxdur. Çin keçən illərdə və Hindistan indi niyə qalxa bilirlər? Çünki cəmiyyət çoxdur. Cəmiyyətin çoxluğu Hində və Çinə bu imkan verir ki, hərəsindən gündə Hindistan ya Çin $1 maliyyat gəlsə, $1 hər adamdan. Gündə 1 milyard neçə 100 milyon dolar fəqət adamlardan maliyyat gələr. Fəqət. Əgər indi bunu fabrikaları da qoyasız üstünə ki, cəmiyyətin neçə qatı da olar ki, olurlar. Birdən gündə 3-4 milyard dolar bunun gəliridir. Bu gəlirə dayanaraq dövlət eləyə bilər ki, çox sistematik, əgər yaxçı dövlət olsa, Çin kimi, ya Hindistan kimi, yatırım yatırda bilər və sürətlə gedə bilər yuxarı. Çünki cəmiyyət çoxdur. Eyni halda cəmiyyətin çoxluğu huşun da yaxçılığıdır. Çünki hər 100 nəfərdə 5 nəfər istisnai ağla sahib olur, düşüncəyə sahib olur, istisnai. 1 milyardda bu elə özü bir çox böyük ədəd olar, 2 milyardda, 3 milyardda çox böyük saya gələr bu şey. Yəni o 5% çox böyük bir rəqəmlərə gələr, o da məmləkəti qabağa aparar. Dövlət yaxçı dövlət olsa, onlardan fayda alsa o %5'lərdən gözəl məmləkəti qabağa apara bilər, inkişaf edər məmləkət. Amerika niyə güclüdür keçən illərə can? 2 dana dəlil vardı. Bir bu ki, gəlibdi müftə torpaqlarının üstündə oturublar, yəni adamları öldürüblər, torpaqlarına sahib olublar. Mən öldürmüşəm, sahibiyəm. Yəni bu qanun budur. Adında qılıç haqqı deyirlər, ya savaş haqqı deyirlər də, deyir, almışam, savaş eləmişəm, zorum satıydı, məni qoymaydı. İndi ki, zorum satıb səni öldürmüşəm, yerində mənimdir. Biri budur ki, böyük torpaqları ələ atıblar. Bu böyük torpaqları ələ gətirmək, yəni böyük imkanlar, böyük qaynaqlar. Bunu ələ gətiriblər. İkincisi də dünyadan özlərinin cəmiyyətlərini çoxaltsınlar deyə gördülər ki, olmaz. Çünki öz cəmiyyətləri bu şey eləyə bilməz. Məsələn, mən diqqət edirəm Kanadaya indi bir müddətdir. Kanadanın 3-4 dənə şəhəri var. Qalan hamısı kək kimi bir şeydirlər, vaqiiyyət belə baxsaq. Çünki insanların əsli işi əkinçilikdir elə bunlarda. Bəzi yerlərdə karxana var. Düzdür, dövlət gəlib bir iş görübdür ki, hətta kiçik şəhərlərə və uzaq yerlərə karxana qoyublar ki, onun yaxınlarında olan insanlar oradan gəlsinlər, alsınlar. Ya məsələn, yaxınlıqlarda xəstəxana düzəldibdir, hər yerdə yol düzəldiblər ki, eləyə bilsinlər bu
insanlar üçün bu kətlərdə yaşırlar, ya kiçik şəhərlərdə yaşırlar. Orada yaşasınlar, mədrəsələri, zətləri çox gözəl, bunları qəşəng yaradıblar. Yəni xəstəxanadır, mədrəsədir, bəzi imkanlardır, bunları yaxşı yaradıblar. Bunlar nə ediblər Amerika, Kanada? Deyiblər ki, biz dünyanın ağlın bura toplamalıyıq. %5 ilə biz qabağa gedənmərik deyiblər. O %5 ağıllı insan ki doğur, onunla qabağa gedənmərik. Buna görə ki, qabağa gedək, dünyanın o %5'in çağıraq gəlsin bura. İki dəlillə. Bir bu ki, ağılların gətirsinlər, bir bu ki, pulların gətirsinlər. Onun üçün Amerikadır, Kanadadır, Avropadır, bunların inkişafının birincisi dedim o işğal məsələsidir, adam öldürüb onların pullarını almaq məsələsidir, imkanların, qaynaqlarını almaq məsələsidir. İkincisi dünyadan bu ağıllıları və sirvətliləri bura toplamaqdır. Dünyanın sərvətini toplurlar bura. Ərəblər olsun, Türklər olsun, Farslar olsun, İranın hər yerindən olur olsun, nə bilim Ruslar olsun, hər yerdə Avropalılar hətta buradan deyir ki, ağlın var, gəl bura. İmkan verir. İmkan ki, imkan da vermir. Yəni nə imkanı verir ki? Heç imkan vermir. İnsanlar məsələn vətənlərində siyasidirlər ya filanlar. Bura gələndən sonra pasiv olurlar. Yəni heç iş görənmirlər. Çünki buranın dilini bilmir, buranı tanımır, buranın heç zad ilə ilgiləşə bilmir. Burada sadəcə deyir ki, işlə də, get pul qazan. İşlə pul qazan. Bunlarda ki, ağlı vardı. Tamam, həm işləyirlər, iş yaradırlar, həm pul gətirənlər o pulu burada buranın sərvətini çoxaldırlar. Yəni iş yaradırlar falan. Ona görə burada rifah yuxarıdır. Çünki bu iki faktoru burada toplar. Bizim məmləkətlərdə isə bunun tərsinədir. Bir bu ki, ağıllıları qovuruq. İkinci bu ki, sirvətliləri də qovuruq. Dünyadan sirvət çəkəmirik. Üçüncü bu ki, bu Amerikada üçün bir millət olmadığı üçün millət yoxdur burada. Burada topluluqlar vardı. Nə ediblər? Bizlərdə məsələn xarici millətlərdən bura gəlsinlər, burada sərmayə qoysunlar, burada iş yaratsınlar, burada şey eləsinlər, ya ağıllıları dəvət ediyor, bunlar yoxdur bizdə. Biz bir öz ağıllılıqlarımızı, pullarımızı qaçırdırıq. Bir də ki, xaricdən də müxalifuq, normalda müxalifuq. Türkiyə bir neçə ildə ev satmaqla çalışır ki, biraz pul toplasın. Onu da hamı müxalifdir ki, ağa torpağı satırlar xaricilərə. Bu bizlərdə bu var. Bizlərdə təəssüflə biraz dar gönül, dar baxmaq var. Ki, dar baxırıq və bu da səbəb olur. Bunlar bu yolla, iki yolla cəmiyyət, həm Amerika cəmiyyətini çoxaltdı, həm sərvətini çoxaltdı. İndi elə Çindən də qaçanlar gəlirlər bura, yəni Hindistandan da qaçanlar gəlirlər bura. Məsələn, buranın pomp benzinləri Çinlilərlə Hindilərin əlindədir. Özəlliklə treli işi, ya o böyük maşınların işi fəqət Hindilərin əlindədir. Bir çox dükanlar Hindilərlə Çinlilərin əlindədir. Yəni, deyək, kiçik dükanlar, hətta desəm, böyükləri çox deməyim, kiçik dükanlar Hindilərlə Çinlilərin əlindədir. Yəni, iqtisada girirlər, alverə girirlər. Bu da səbəb olur ki, məsələn, Amerika niyə gücləndi? Dünyadan çalsap elədi, gətirdi bura. Birinci Dünya Savaşından bu günə qədər, İkinci Dünya Savaşının tamam məmləkətləri borclu saxladı, dolarını gətirdi, hamının başına saldı, dünyadan ağıllıları toplamağa çalışdı və pulluları toplamağa çalışdı. Bu da səbəb oldu ki, əvvələ millətini çoxaltdı. Yəni, 350 milyona yaxın, 350 milyondan biraz çox cəmiyyəti var. Və millət də pullu olduğu üçün gündə əvəzin ki 1 dolar hər adamdan maliyyət alsın, gündə 10 dolar, 20 dolar hər adamdan maliyyət alır. Eyni halda dünyaya da cins verir. Bu ağıllılar buradan dünyaya cins göndərirlər. Bu da 10 bərabər, 20 bərabər bu millətin verdiyi vergi qədər ya maliyyət qədər sərvət qazandırır. Dövlət onun üçün dünyanın ən güclü dövləti ola bilir. Eləyə bilir ki, ordusunda ya hər şeyində güclü para yatırsın və insanları qabağa aparsın. Hər halda
bilmirəm söz hardan gəldi. Və inqələbətül ənvar. İnfələqət. Fələq sözündən infələqətül ənvar və cəmi ənvaratün zatindən münfələq oldu. Fələq qaranlıqda bir nurun işıldaması, açılması, partlayışı. İnfələqətül ənvar, nurlar partladılar və cəmi ənvaratün zatindən münfələq oldu və zuhurə gəldi. Gərək ənvar zahirə olsun ki, bu işıqları ki, gündən zaddan gəlir onları, ulduzlardan gecələr görürük. Gərək ənvar zahirə olsun, ənvar şəms və qəmər nucum nəyyirə. Nəyyirə yəni işıq verən. Və sairi münəyyirat. O birisi bir şeylərdə ki, müneyyirdirlər. Münirə də yəni işıq verən də, bilirsiniz. Gibi. Və gərək ənvar batinə olsun, ya da insanın içində olsun. Nuri ruhu, nuri qəvi və nuri əql və nuri iman və nuri iqan və nuri Qur'an və ənvari təcəlliyat. O nurlar da ki, içdə olsun, insanın içində olsun, yəni batində olsun, onlar da adın saldı nuri ruh, nuri qəvi, nuri əql, nuri iman. O qəvidən mənzur zor, güc zoru, gücün işığı. Bu da bir vaqiyyətdir yəni. Nuri əql, nuri iman və nuri iqan, yəqin və nuri Qur'an və ənvari təcəlliyat. Təcəlliyat da müsəlmanların alimləri mötəqidlər ki, bu dünyada hər şey ki görürük, hiss edirik, insan olaraq o 5 dənə həvassımızla baş tapırıq ki, bir şey var. Bunlar hamısı Allahın təcəllisidir. Və sairi ləvami. Ləvami gələdə işıq verənlər gibi, nətəkim hədis-i şərifidə gəlir. Əvvəl ma xələqəllah nuri və Qur'anədə gəlir qəd zəəkum minəllahi nurun beyti xuda əsbab-ı hüsna sana ihsan etdi sərtapa. Ehtimalən şeir olacaqdır. Beyt, bəli. Beyt xuda əsbab-ı hüsnanı ihsan etdi sərtapa, cəmalindən edər dəryuzə nuri mehri məhi hala. Davamı var ehtimalən bu şeirin. Məhəmməd mayəsindən zahir oldu bunca mövcudat. Məhəmməd nuridir, pur nur edən hər səmt bazari. Bu 4 misrəli, yəni 2 beytli şeiridir. Burada gördük. Və fihi irtiqətəl həqaiq. İrtiqət yəni ucalmaq. İrtiqa sözündəndir. Və fihi irtiqətəl həqaiq, yəni cəmi həqaiq anun hüviyyətindən mürtəfəq, yəni müctəmə və mültəim oldu. Məlum ola ki, həqaiq 2-dir. Mən heç bilmirdim, görək nə cür deyir. Həqaiq 2-dir. Biri həqaiq kəuniyyə, varlıq həqiqətləri və biri həqaiq ilahiyyə. Yəni biri o şeylər ki, maddiyyatdır, kəuniyyət dedikləri, yəni maddiyyat, gündür, aydır, yerdir, adamlardır, ağaçlardır, qurtlardır, quşlardır, sudur, havadır. Bunlar həqaiq kəuniyyədir və biri həqaiq ilahiyyə. Həqaiq kəuniyyə kimsə, həqaiq kəusiyyə ərvah, misalların gəlir və əcsamın həqaiqi və həqaiq ilahiyyə zatu, sifatu, əf'alu, əsmai dəqaiqdir. İndi hər bir həqiqətin sirri nuri Muhammed sallallahu aleyhi və səlləm olub bu süvəranın təfsili və zuhuridir. Bu süvər anın, yəni Həzrəti Məhəmmədin təfsili və zuhuridir. Həzrəti Məhəmmədin açıqlanmışı, genişlənmişi, yayılmışı, beləsi desək, yayılmışı daxil yaxçılar və zuhuridir. Həzrəti Məhəmməd belə görünür.
və məratib dəxi təfsilidir. Aşağı yuxarılıq da görürük, bir şeyə deyirik, bu aşağıdır, bir şeyə deyirik, yuxarı. Bunlar da onun təfsiridir. Məhəmməd şərhidir, ənfüsü afaq şeir gətirdi. Məhəmməd şərhidir, ənfüsü afaq, ani cümlə bəyan eylər rivayat. Siz səzayı cəmi olur. Əhməddə cümlə səzayı oxuram, amma ola bilər başqa bir şey də oxunsun. Səzayı cəmi olur Əhməddə cümlə, nə kim vardır bədayat و nəhayat. Şeir qurtardı. Və tənəzzələtül ulum Adəm. Tənəzzələt nuzul eləmək, göydən gəlmək, bir yenmək, yağış kimi göydən aşağı gəlmək. Ulum Adəm, Adəmə Adəmin ulu elmləri gəldi, yendi. Təqdir kəl-ümmi və fi qəlbihi tənəzzətil ulumil əzizətil xəssisə bil insani deməkdir. Təqdir kəl-üm, təqdir belədir ki, elə bir anadır, fi qəlbihi tənəzzələtil ulum əl-əzizə, əl-xəsisə bil insan deməkdir. Qəlbə ulum Allahın tərəfindən indirilmək deməkdir. Yəni, cinsi insana, insan, o zaman ki deyirlər cins, yəni məsələn, cins neçə cürədir, məntiqdə bəhs olur bu, fəlsəfədə də bəhs olur. İnsanın cinsi ağına, qərəsinə baxmayaraq, bu erkəkdir, bu xanımdır, xatundur, buna baxmayaraq, uşaqdır, böyükdür, yaşlıdır, ya filandır. Bir də ölüdür, diridir, buna baxmayaraq. Deyirik, insan deyəndə küllən insan gəlir zehnimizə. Bu cinsi insan. Yəni, cinsi insana mütələbbis və təxəssis olan ulum-i həqiyyə onun qəlbinə tənəzzül eylədi. İnsanın deyir ki, ulum onun qəlbinə gəldi. Biz də bilirik ki, ulum ki, indi biz burada ulum deyirik, ya bəzisinə xurafat deyirik. Bunlar insan dediyimizin cinsindən, yəni milyonlar il bundan qabaq, bunlar yavaş-yavaş insanla toplanıblar. Bu günləri biz bunların bəzisinə ulum deyirik ki, sabahları bunların bir çoxun ki, bu günləri ulum deyirik, deyəcəyik, bunlar xurafatdır. Bir çoxuna da xurafat deyirik ki, qabaqdan ulum deyirdilər. Yəni, cinsi insana mütəbəllis və xəsis olan ulum-i həqiqiyyə onun qəlbinə tənəzzül eylədi. Necə ki, hədis-i şərifdə gəlir, fəəlləmət ulumə illə əl-əvvəlinə vəl-əxərin. Necə ki, hədisdə deyib ki, əlləmət ulumə, öyrətdi ulumi, əvvəllərə, əvvəlki insana və gələcəkdəki nəsillərə də. Yəni, indi biz verən əvvəlin hesab oluruq da, yəni, belə baxanda əvvəlin axərinlər də gələcək. Bizdən sonralar, nəvələr, nəticələr, milyonlar nəsli gələcəkdir yer üzünə. Fəəlləmət uluməl əvvəlinə vəl-əxərin bundan zahir oldu ki, fəxr aləm sallallahu aleyhi və səlləm elmidə cümlə-i ənbiya və əvliya üzərinə təvəffüq elədi. Təvəffüq yəni üstün. Onun üçün haqqında buyuruldu. Hz. Muhammedin haqqında nə deyiblər? Kânə fəzlullahi aleykə əzimə. Quranda belə bir ayə var ki, Allahın fəzli sənə çoxdur, əzimə, çoxdur. Beyt, yenə də. Sanki əşyayı kəmahiyə göstərib bildirdi haqq. Sanki əşyayı kəmahiyə. Kəmahiyyə yəni o cür ki var. Biz əlbəttə o cür ki var bilmirik. Yəni bilmirik ki, məsələn, hər şeyin o cür ki varlığı nədir? Amma bizim nəzərimizə deyirik ki, beləsidir. Sana ki, əşyai kəmahiyyə göstərib bildirdi haqq. Kimsə bilməz bildi gün qurban olayım biluna. Biluna ehtimal bizdə bu biləvə bizdə var, Təbrizdə işlənir. Yəni biləvə, yəni sənə. Burada bir oğlu, bir də biluna, yəni bilginə.
ehtimalən bu anlamda ola bilmirəm. Yəni bu iki danadan gedək bu ChatGPT-dən görək ki, ya da bu Gemini da yaxşıdır. Gemini görək ki, bunu Biluna nə deməkdir? Görək ki, bunu bizə bir bundan salam. Yenə də bunu yazaq ki, farsı demə. Lütfən Türkçə yaz. Çox gözəl, hətmən. Görünür mənzuruz o ağ və sevimli balinalar, yəni buluqadır. Yox, bu deyil. Balina deyil. Bu balina olmadığı üçün qətlən o deyil. Amma burada qurban kimsə bilməz bildigün, qurban olayım bilünə. Bilikdir da, yəni biliki yazıbdır. Bilikinə. Bilika, bilünə yazdım. Mən onu xaf bilikinə oxusaq daha gözəl olar. Bilik, əvvəldə yazdı kimsə bilməz bildigin, qurban öləyim bilikinə oxusaq daha yaxşı olar. Amma bir dənə kafi qoyduq üçün mən nun oxuram, ona ki, amma bilikinə oxusaq daha yaxşı olar. Fəəcəzəl xaləqə ya xəllaq, yəni tənəzzül-i ulum və xüsusunda tənəzzül-i Quran səbəbilə cəmi xəlaiqi ecaz eylədi. Ecaz möcüzə də oradan gəlir. Qoyun bu yazaq, bunu soruşaq. Ecaz nə deməkdir? Ecaz sözü bizim dildə bir neçə mənada işlənə bilir və hər biri öz yerində maraqlıdır. Sizin hansısı haqqında danışmaq istərsiniz? Bilmək üçün bu iki əsli mənanı nəzərə alın. Möcüzə və fövqəladə işlər. Əgər hədəfiniz möcüzə ya insan ağlını heyran qoyan bir işdirsə, məsələn, ecaz-ı elmi ya ecaz-ı Quran, bu sahədə çoxlu şeylər demək olar. Yəni, bir iş ki, heç kim onu adi yollarla eləyə bilməz və biraz üstü örtülü və tanrısal güc var. Tamam, bu elə bizi görər. Bu istədi əvvəl bunu deyək ki, ecaz nədir? Yəni, tənəzzül-i ulumu, xüsusən tənəzzül-i Quran səbəbilə cəmi xəlaiqi ecaz eylədi, yaratdı. Xəlaiq deyəndə də insan deyil. Tüm mövcudlar, varlıqlar ki vardır, canlı olsun, cansız olsun, maye olsun, qaz olsun, hər nə olur olsun, bunların hamısını yerlərdə, göylərdə. Yəni, aciz qoydu. Və kimsə elmidə mütləqa onunla münazirə və mübahisəyə qadir olmadı. Elmindən qət'ən nəzəri lisan-ı mübarəkində, elmindən qət'ən nəzəri lisan-ı mübarəkində olan fəsahət və bəlağətə dəxi kimsə məzhər olmadı. Cümlə-i xəlq anın elminə zəbun-u kəmalinə müsəxxər oldu. Kitabın, siz diqqət buyurun, kitabın o yazılışına çox gözəl yazılışıb. Yəni, hər bir neçə cümlə özü bir beyt kimi. Buna nə deyirlər? Düzdür, nəsr yazıbdır. Amma bir növ nəzmidir. Nəzm dedik ki, lazım deyil ki, şeir olsun. Belə bunun kəlmələr ki, bir-biri ilə ahəngi gəldi, yetişdi, o elə ona nəzm deyirlər. Cümlə xəlq, cümlə-i xəlq anun elminə zəbun və kəmalünə müsəxxər oldu. Qəpunə gəldilər ümməti Muhammed, dilərlər mərhəmət, şəfəqət Muhammed. İhtimalən burası şeiridir. Rəsmən elə buradan bu yüzə şeir olacaqdır.
cümleyi xalq anın elminə zəbun o kəmalına müsəxxər oldu. Qapına gəldilər ümməti Muhammed. Dilərlər mərhəmət, şəfəqət Muhammed. Cəhanə haqqı Teala qıldı ehsan, vücudun etdi rəhmət Muhammed. Şərəfyab oldu pabusinlə əflac, o yüzdən büldülər rəfət Muhammed. Nəbilərlə vəlilər bab-ı haqda, səninlə büldülər qurbət Muhammed. Səzayı var niyazet qapısında. Səzayı burada da görsəndə üstdə də bir yerdə səza demişdi. Buradan bəlli olur ki, bu şeirləri deyənin adı səzadır. Üstdə də bir yerdə oxuduq, şimdi orada səzayı sözü gəlmişdi. Amma mən dedim bəlkə orada şeydir, bəli adımış. İhtimalən də bu kitabı yazanın adıdır. Amma buradan görməmişik bu kitabı kim yazıbdı, onu görməmişik. Amma nəzərimə gəlir ki, səzayı olacaqdır. Səzayı var niyaz et qapısında, səni rədd eyləməz əlbət Muhammed. Burada səzayinin şeiridir. Dedim, öncədə də bunu gördüyümüz üçün ihtimalən bu şeir deyilər. Buna deyirlər nəzmdə, yəni qafiyəsi var, amma məsələn o şeyi yoxdur. Və ləhu təzaələtil məhfum, üzr istəyirəm, və ləhu təzaələtil fuhum fələm yədrükəhu minna sabiqun və la lahiqun. Və ləhu təzaələt, təzaül eləmək, yəni çoxalmaq, fuhum, huşlar, fəhmilər. Fələm yədrükəhu, onu idrak edə bilməz, anlaya bilməz, düşünə bilməz. Minna, bizlərdən, sabiqun və lah, nə bizlərdən keçmiş, yəni biz insanlardan həm keçmişdə, həm də gələcəkdə, həm keçmişlərdə olan insanlar, həm də gələcəkdə gələn insanlar Həzrət Məhəmmədin dərk eləyə bilməzlər. Və anın idraki üçün, anın, yəni Həzrət Məhəmməd, və anın idraki üçün fuhumi xəbas və əvam təzaül eylədi. Yəni zəif və həqir və aciz oldu. Təzaülü özü məni elədi, bu mənadır. Pəs, bizdən kimsə ani künhi üzərə, bizdən kimsə ani künhi yəni kökü, Həzrət Məhəmmədin kökü, ani künhü üzərə idrak etmədi, nə sabiq ki ümmətin müqəddəmləri və nə lahiq ki müəxxərləridir. Beyd, göründü üçün sifət biçun ikən ol, necə dərk edə dərrac ani heyhat. Fəryazun فریاض الملکوتی به نهر cəmalihi monigə. Əcəba beləsi oxunacaq yox, burada biraz şəkkə düşdüm bu ərəbcəni. Bu benəhrin olacaqdı ya necə oxunacaqdı, onu bilmədim, necə oxuyayım. Hər nəslənin batininə mələkut dərlər. Mələkut nədir? Deyir ki, hər nəslənin batininə, hər şeyin görünməz halına batin deyərlər. Mələkut deyərlər. Mələkut nə oldu pəs? Məsələn, insanın batini nədir? Mələkutdir. Hər nəslənin batininə mələkut dərlər. Bunda mələkut riyazə vərziş deməkdir. İndi farsiyə tərcümə edir, vərziş olur. Riyaziyyat da beyin vərzişidir da, ona görə adına deyiblər riyaziyyat. Bunda mələkuti, riyazə və cəmal-i nübüvvəti şükufə və şükufəyə təşbih vardır. Mələkuti riyazət dedik, bilirsiniz, bəzi insanlar deyirlər riyazətə çəkiliblər. Yəni bunlar, bu insanlar ki riyazətə çəkiblər, cəmiyyətdən uzaqlaşıblar, gediblər çox bir az yemaqla bir növ bədənlərin, beyinlərin işə çəkirlər, riyazət edirlər. Bir də riyaz özü gül mənasındadır. Gül mənasındadır. Ona görə ki, bunda mələkuti,
Mələkuti cüldü hər bir nəslənin batininə mələkut deyirlər. Deyir mələkut riyazətdir, cüldü ya həman vərzişdirsə və cəmal nübüvvəti və Həzrət Məhəmmədin də nübüvvətinin cəmalı şükufəyə təşbih olunur. Gəlin də gül dedi. Yəni bağ-ı bustanın xoşluğu şükufə ilə olduğu kimi mələkutun xoşluğu dəxi cəmal Muhammed sallallahu aleyhi və səlləm ilədir. Çün doğub döndü cəhan, yenə şeirdir ehtimalən, şeir deməyək, nəzmidir. Çün doğub tutdu cəhan yüzünü, hüsnün günəşi. Çün doğub tutdu cəhan yüzünü, hüsnün günəşi. Kim ola sevməyə bu vəc ilə sən mah vəşi. Türkü kürdü, əcəmu hindu bilir bunu ki sən. Türkü kürdü, əcəmu hindu bilir bunu ki sən. Haşimisən, ərəbisən, mədənisən, Qurəşi. Sən əmirə qul olan hər nə qədər müdirsə, sən əmirə qul olan hər nə qədər müdirsə, bəndə-i muqbil olur misli Bilal-i Həbəşi. Sənsən ey püştü pənahı mülkü insü pəri. Sənsən ey püştü pənahı mələkü insü pəri. Ənbiyanın gözəli sevgilisi xubu xoşi. Və zuha'u vərdun vəl-leylu əqurum sünbülünə. Burada bir şey yazıbdır ki, biraz ərəbidir filandır, mənə çətin gəldi oxuması. Və zuha'u vərdinə vəl-leylu əqurum sünbülünə. Roşəni verdi bu der küllü qədatin və əşa. Qəda gecələr ehtimalən bilmirəm kamil. Roşəni verdi bu der küllü qədatin və əşa və həyazil cəbəruti və befeyz ənvarihi mutdəfəqə. Həyaz-ı hovzun, həyaz hovzun, hovz sözündən düzəldir. Həyaz-ı hovzunun cəmidir. Həyaz hovzun cəmidir. Üstəki o ərəbcə şeiri istir məni eləsin ehtimalən. Və həyaz-ı cəbəruti və befeyz ənvarihi mutdəfəqə. Həyaz hovzun cəmidir. Cəbərut aləm əsma və sifatıdır. Və aləm mücərrədata dəxil dərlər. Aləm mücərrəd əqlidir, ruhdur, bunlara mücərrəddir. Yəni tərkib olmayıb, bir ayrı şeylə qatışmayıbdır. İslamda belə bir şeylərə mötəqiddirlər ki, əql özü adamdan eşikdə, adamlardan eşikdə, adam olmasa da əql var bir yerdə. Elə bir ki, bir yerdə bir əql var, uşaqlar doğduqca onlara biraz əql oradan verirlər. Belə bir şey, düşüncə var. Ruh, məsələn, deyirlər ki, ruh özü bir ayrı bir varlıqdır. İnsanlar doğanda onlara, məsələn, bir zərrə ruhdan kəsirlər, elə verirlər, məsələn, insanlara. Yenə də öləndə qeydir, gedir, yenə yapışır həman yerə. Həyaz hovzun cəmidir. Cəbərut aləm, İslamda gələn istilahlardan biri cəbərutdur. Cəbərut aləmi əsma və sifatdır. Cəbərut deyəndə nə mənə? Aləmi əsma, məsələn, ədalət, ruh, əql. Bunlar aləmi əsmadırlar. Bunlar fəqət biz adın bilirik, amma özü nədir bilmirik. Bəli, deyirlər ki, bunlar vardılar. Ayrı bir dünyada bunlar vardılar. Cəmidir, cəbərut aləmi əsma və sifatdır. Və aləmi mücərrədata dəxil deyərlər. Dedik ki, mücərrədata, aləmi mücərrədata yenə cəbərut deyərlər. Bunda dəxil cəbəruti həyaz və fəxr aləmin sallallahu aleyhi və səlləm feyz ənvarini abə təşbih vardır. Ab, su. Abə təşbih vardır, yəni suya bənzədiblər. Yəni aləmi əzəmət və aləmi mücərrədatun həyazi hovzi.
Həyaz cəmi hovuzlar. Həyazı anın feyz ənvarı ilə tədəffüq eyləmişdir. Tamam o aləmlər, mələklər, ruhlar, əqlilər, düşüncələr ki, deyirik bunlar aləmi mücərrəddilər və cəbərut deyirik buna. Deyir ki, bunların hamısı Həzrəti Muhammedin nurundəndir. Yəni, dökülmüşdür. Bunlar Həzrəti Muhammedin nurundan tökülmüşdür. Bir də oxusaq, yəni aləmi əzəmət və aləmi mücərrədatın həyazi hovzuları anın feyz ənvarı ilə tədəffüq eyləmişdir, yəni dökülmüşdür. Məqsud ol həyazə dökülən anın feyz ənvarıdır. O həyazə tökülən hovuzlar. Hovuz bilirik da, bir dənə kiçik bir divardır, hörünür, dövrəsi. Ortasına su doldururuq, olur hovuz. Buna hovuz deyirlər. Həyaz da neçə dənə hovuz olsa, 2, 3, 5, 50, buna deyirlər hovuzlar. İndi bəzi hovuzları biz tükürük, bəzi hovuzlar da təbiətdə olur. Bir dərin bir yer olur, su gəlir hər yerdən yığışır ora hovuz deyirlər. Biraz çox yekə olanda göl deyirlər, biraz daha çox yekə olanda dəniz deyirlər, daha yekə olanda oqyanus deyirlər. Amma hamısı hovuzdur. Ta insanlar da bir hovuzdular. Nəyə hovuzdular? Ruha hovuzdular, əqlə hovuzdular, imana hovuzdular, dinə hovuzdular. Yəni bu tökülür insanın canına, özləri də ayrı-ayrı bir şeylərdir müsəlmanların düşüncəsində. Məqsud ol həyazə dökülən anın feyz ənvaridir deməkdir. Məqsud budur ki, Allah Həzrət Muhammedin o hövzlərin içinə tökülən Həzrət Muhammedin ənvaridir. Feyz ənvari, yəni ənvarından feyz olan, feyz də yəni gələn, verilən. Beyd, cism-i bican ki bidur cana, cəhan sənsiz qəmu. Cism-i bican ki bidur cana, cəhan sənsiz qəmu. Bir nəfər adam necə ki diridir, öləndə nə fərq olur? Deyir ki, beləsi düşünər, insanın bir ətdən, cəmikdən, dəridən olan bir vardır, bir də canı var içində. Yəni, o şey ki, bu adamı diri saxlır, o candır. Deyir ki, cismi bican kibidir, cismi bican kibidir, cana, cəhan, sənsiz qəmu. Qəmu yəni hamısı. Cəhanın hamısı sənsiz, cismi bican kimidir. Canların sən canisən, cana sənə candır cism. Beyti digər, bir ayrı beyt. Mürdə dillər pəs qədəmünlə həyata ərdilər. Mürdə dillər, dilləri, ürəkləri ölənlər. Mürdə dillər bəs qədəmünlə həyata irdilər. Ürəkləri ölənlər, qəlbi ölənlər sənin qədəminlə həyata gəldilər, irdilər. Ruh oldun bu vücudun aləmə ey can fəza. Ruh oldun bu vücudun aləmə ey can fəza. Məzhər-i feyz-i ilahi kimsə olmaz dünyada. Ey şəhi aləm sənə ta etməyincə iqtida. Həyat-ı tən canı آمد حیاتی جان ز جان جان. حیاتی تن ز جان آمد حیات جان ز جان جان. زهی hikmət, zehi qudrət, zehi sultan cavidan. Orada bir dənə da farsça şeir gətirdi. Ərəbcəsi nədir? Və la şeyun illa və huvə bihi mənutun iz lola əl-vasitətə لَزَحَبَ كَمَا قَبْلَ الْمَسُودِ. Yəni, bir nəsnə yoxdur. Nəsnə dedik varlıqda. Yəni, bir nəsnə yoxdur mövcudatiden ki, fəxr-i aləm sallallahu aleyhi və səlləmə mənut və mərbut olmayan. Mənut yəni bağlı, məşrut, şərtili və mərbut olmayan ki, da bağlı deməkdir, mərbut. Nə zira denilmişdir.
Ehtimalən burada bir kəlmə yazılıbdır, naqis yazılıbdır. Fəqət n görsənir, özdə bir yekə arı ilə ziraya yapışır. Zira denilmişdir. Denilmişdir yəni bir ayrı adam geçmiş zamanda demişdi. Denilmişdir, özü bilmirik kim. Məhsuldur. Denilmişdir ki, əgər vasitə olmasa, məsud halic olur. Məsud nə deməkdir? İndi bu ya da müvəssitdir. Görün mən bunu nə yazaq ki, Allaha xoş girsin. Məsud. Vasitə tamam. Məsud da vasitənin şeydir. Ora niyə getdik ki? Vasitə olmasa məsud, müsəvvət vasitələr haric olur və fəna bulurdu. Ol vasiti fəxr aləmdir. Sallallahu aleyhi ve sellem. Zira haqq ilə xalq arasında haqq ilə xalq. Haqq bu da Allah'dır. Allah və xalq yaranmışlar. Zira haqq ilə xalq arasında andan xeyri vasitəyi feyz vücud yoxdur. İstir deyək ki, Allah istirdiği bir şeyi yarada. Bir şeyler yaratsın. Bir dənə vasitə gətirdi, ortaya qoydu. Belə bir düşüncəsi var da yazarın. Ki Allah dedi, mən sənlə burucusu, əvvəl səni yaradıram, səndən də o birisiləri yaradan. Vasitə oldu vəsətdə bu. Tamam yerləri, göyləri, quşları, heyvanları, dağları, dərələri, suları, havanı, hər nə mənə ki vardı, deyir ki, səndən yaradıram. Beləsi bir düşüncə qoyur ortaya. Andan gayri vasıtı feyz vücud yoktur. Beyd. Numayı feyzünü neşr etmesek ey mürşidi alem. Nemayı feyzünü neşr etmesen ey mürşidi alem tecavüz edemezdi rütbede bir kimse heyvani. Salati. Bu da ayrı bir şeydir, Ərəbcədir. Gedir, tamam, beləsi bir kitabdır. Bir növ bir düşüncə qoyur ortaya. Siz bunu ya xoşunuz gələr, ya xoşunuz gəlməz. Bizim dedələrimiz belə bir düşüncə ürətiblər. Təxəyyülatdır da, insanın təxəyyülüdür. Allahın tərəfindən oturur. Və gözəl. Yəni mən deyirəm, bu da bir növ düşüncədir. Bir növ düşüncədir. Ola bilər indi bunu qəbul eləyək, ola bilər qəbul eləməyək. Ola bilər ki, bəzi kəlmələrin deyək ki, bu kəlməni götürsəm, bunun yerinə filan kəlməni qoysam, düşüncəm qəbul elərəm. Hər halda çox gözəl bir dərin kitabdır. Bunu dünənləri heyfim gəldi ki, axırda qutaraq, özəlliklə o əvvəldəki şeiri və içində də dedim, çox ciddi şeyləri var. Burada bir münacatnaməsi var ehtimalən. Bunu bir oxuyaq, görək nədir? Muradi əsabət haqqıdır. Və in kânə muradəhum min qawlihim Rabbena atina el-ayə ən-nəcatu min şərəri qiyanus vəl-xuruci minəl-qari bis-səlaməti fəmurad haulâil qawmil ilticah min şərri nüfusihim vəl-xurucu min zulümati gâril vücudi lil-vusuli ilə ənvar cəmalihi və cəlalihi. Bir ayrı kitab əlbəttə bilirik ki, bu neynir? Zahirən götürür, o kitabdan qoyur. Bura görək nə mənədir? Münacat-ı Həzrət-i Roşəni Nəvvərallah mərqədəh. Həzrət-i Roşəni adında bir adam münacat edirmiş. İlahi, mən kiməm ki edəm münacat? Tupunə eyliyəm ya ərz-i hacat. Tapun nə deməkdir? Bunu yazaq, görək ki, görək bunu baş tapır. Bu tapu nə deməkdir? Tapudan gəlir, amma görünür sözlərimiz bir az tapmaca kimi oldu. Tapunə ya bəzi yerlərdə tapunə bizim folklorda və dilimizdə maraqlı bir sözdür.
Sizin məqsədiniz bu iki haldan biri ola bilir. Uşaq oyunlarında və nağıllarında, qədim nağıllarda ya oyunlarda bir şeyin yerə dəyişi ya bir növ səs çıxartması. Məsələn, ayaq səsi ya bir şeyin yeyin getməsi üçün təpük. Bunu təpik deyibdi. Təpük ya təpik sözü işlənirdi. Elə bir qaçanda, elə biri qaçanda ayaqların yerə vurur. Təbiətdə bir növ bitki, təpükə tikanı. Yox, bunların heç birisi deyil, amma İlahi, mən kiməm ki edəm münacat, təpunə eyliyəm ya arz hacat, əya danəndeyi sirri xəfiyyat, əya danəndeyi sirri xəfiyyat, nə hacət həzrətünə arz hacat, səvaun indəkə cəhri و sirri, cəhr gizli, aşkar, sirri örtün. Səvaun indəkə cəhri و sirri, sənin yanında mənim aşkarlarım və gizlilərim birdir. Səvaun indəkə cəhri و sirri və əntə tə'ləmi su'iyyə birri, və sən bilirsən ki, mənim yaxçılıqlarım və pisliklarım nədir? Sui pisliklar, birri yaxçılıqlar. İlahi ruzigarım eylə firuz, şəbim qədr ilə, ruzun ruz Novruz, şəbim qədr ilə, qədr gecəsi. Şəbim qədr ilə, ruzun ruz Novruz, dərunum gündüz ol, günüm Novruz id et. Mən dərunum oxudum, amma elə bir başqa bir şey də oxuna bilər bu. Baş görmürəm, yəni silinibdir, su gəlibdir, burası biraz şey oldu. Amma dünüm dünən. Dünüm gündüz günüm Novruz et, id et. Dünüm gündüz, dünənimi bugün, bugünümü də günüm Novruz id et. Sitarım bəxtülü, bəxtüm səid et. Sitarım bəxtülü, sitarəm həman ehtimalən. Sitarəm bəxtülü, bəxtüm səid et. Səid də yaxçı. Gözəl. Ənisim fikrin et, zikrin cəlisim. Ənis o munis da, ənisim fikrin et, sənin fikrimi öz mənə munis elə, zikrin cəlisim, sənin də zikrin məndən oturan olsun. Cəlisim zikrin et, fikrin, ənisim. Ənisim insün et, ismini həmdəm, əmin et, həm heybətindən ilə xoşdəm. Sərubün şərayişi, xeyrişi پیش et. Sərubün şər işi, xeyr işi piş et. Yamanlardan sakın yaxşılar iş et. Çırağım nurinlə qıl münəvvər, damağım ətrin ilə qıl müəttər. Əlumi çək mənahidən ilahi, ayağım bağ malahiden ilahi. Malahiden yani her şey ki Allah'tan gayridir. Gözümü sakla namahrem yüzünden, kulağımı dahi gıybet sözünden. Ne söz kim vardı bana ziyani, ne söz kim vardı bana ziyani, zebanime getirme ya Rab ani. Beni sen xab-ı gafletten uyandır, oyanıklara bu yağını boyandır. Çok güzel. Oyanıklara, oyanıq olanlara boyağını, rəngini boyağını boyandır. Qəbul et tövbəmi ya Rəbb mənim sən. Necə gəldim bilirsən tapunəsən ben. Tapu burada qapı. Tapunəsən sənin topuğuna da deyə bilərik, qapına. Qəmu bağlı qapıları açan sən. Cəmi aləmə rəhmət saçan sən. İlahi bir qəribi bikəsəm mən. Ümidimi geçən səndən kəsəm mən. Ümidimi geçən səndən kəsəm mən.
Sığınıram sana səndən ilahi. Sığınıram sənə səndən ilahi. Ki sənsən qamının püştü pənahi. Nə dənlü غرق isə bəhri xətaya. Nə dənlü غرق isə bəhri xətaya. Bağışla abruyi Müstəfaya. Bəni sən bir nəfəs səndən ayırma. Qəpündən qulluğundan bir dəm ayırma. Duayı xeyr ilə anın roşeniyi. Duayı xeyr ilə anın roşeniyi. İki aləmdə təpun roşeniyi. Şəhənşahım cəhan tabım ilahım. Şəhənşahım cəhan tabım ilahım. Xudavəndüm muşahım padişahım. Qəmu cənbirəyə cünbüş verən sən. Cənbirə hərəkət eləyən də ehtimalən cünbüş sözündən mən cəhdim. Qəmu cənbirəyə cünbüş verən sən. Göza dub gözlayan sən huş verən sən. Göza dub gözlayan sən huş verən sən. Bəni aldatmasın bu bivəfaca. Bəni aldatmasın bu bivəfaca. Alır əldanənə mərci müfaca. İlahi istemez senden olur. İlahi istenmez senden olur. İlahi istenmez senden olur. Bizi miskin dirledüb miskin oldur. Bizi miskin dirledüb miskin oldur. Quçaldım ben vəli mərsəm icitdir. Qoç oldum ben vəli hırsım icitdir. Qoç oldum ben vəli hırsım icitdir. Gücüm yok nəfsüm əmma yenə itdir. Nədənli suçlu isən oxi ki gah. Nədənli suçlu isən oxi ki gah. Dila la təqnətu min rəhmətillah. Sənin eşqinlə tapdım hər nə tapdım. Tapmaq sözüdür. O əvvəldən tapdım, tapmaq sözüymüş. Mən indi anlaşdım. O tapu ki oxuduq dedik nə mənədir? Tapmaq. Sənin eşqinlə tapdım hər nə tapdım. Dəstəli teynən hər yerdə yazıbdır. Anadır şükrüm ancaq sənə tapdım. Burada da tapdım, yəni ibadət eləmək. Həman sözdəndir. Tapmaq, tapanaq bu sözdəndir. Desən ey padişahım bana bəndəm, fələklərdən ötə geçərdi xəndəm. Yetiş ey qamının püştü pənahi, dində roşəni miskin ilahi. Be nuri vəçikə nuri cənani, nəvvir cənani. Be nuri vəçikə nəvvir cənani. Ara min vəçikə eynül cənani. İlahi ətini qəlbən səlima və cismən salimən nəfsən həlima. Ləkəl həmdü ləkəl həd məcdu ləkəl iz. Bulunməz həzrətünə kəfu hərciz. Kəfu küf yəni bərabər, misl, tay. Bulunməz həzrətünə kəfu hərciz. Zəbun etdi bəni bu nəfsi xurbin. Əğisni ya mü'inəl müstəğisin. Tamam, kitap qutardı. Bu şeirlə kitabı qutardıq. Mütəəssifanə kitabın yazarının adı iki yerdə adı təqribən gördüm. Çünki kitabın hamısını oxumadıq. İki yerdə kitabın adını gördük, yazarın adını gördük. Amma indi adını yazmadığım üçün Nəşəqəti Əsrar adında kitab. Bəs kitabın adı Nəşəqəti Əl-Əsrar. Yazarı da adını əlbəttə gördük, amma indi gələk bir də qeydəm oranı
əvvəldən bir neçə səhifəyə oxuyam ki, görəm o şeir nə idi? Beytlərin birində idi. Buradaydı, əgər səhv eləmirsəm. Cismi bir can ki büdür, canan sensiz gemu, canların sen canisən, cana sana candır cisim. Digər beyt, mürdə dillər pəs qədəmünlə həyata irdilər, ruh oldun bu vücudun aləmə, ey can fəza, məzhər-i feyz-i ilahi olmaz dünyada, ey şah aləm sənə, ta etməyə iqtida, hayatı tenzi can ஆمد. O bu değil. Bundan önce de bir yerde var idi. Çün doğup tuttu cahan yüzünü hüsnün güneşi, kim ola sevmeye bu veclə sən mahveşi, Türkü Kürdü Əcəmu Hindu bilür bunu ki sən, Haşimisən, Ərəbisən, Mədənisən, Qureşi, sən əmirə qul olan hər nə qədər müdirisə, bəndi muqbil olur misli Bilali Həbəşi, sən ey püştü pənahi, mülkü insü pəri, ənbiyanın gözəli sevgilisi xubu xəşi və zuha vərdənəli və leyli uqurəm sünbülünə roşəni eydad. Burada gene o değil, burada değil. İhtimalen harda kaldı bu? Niyaz. Səzai. Kitabın yazanın adı Səzai, gördüm. Burada oxunur. Dedi ki, şərəfyab oldu pabusunla əflak, o yüzden büldülər rəfət Muhammed, nəbilərlə vəlilər bab-ı haqdə, nəbilərlə vəlilər bab-ı haqdə, səninlə büldülər qürbət Muhammed, səzai var niyaz et, səzai var niyaz et qapısında, səni rədd eyləməz əlbət Muhammed. Səzai də yazarın adıdır. Mən beləsi bunu gördüm. 2 yerdə buracam bu adı təkrar oldu. Səzai. İndi bunu yazsaq bəlkə Cimna ya bizə bir yaza ki Səzai adla bir Türkçe irfan ve derin düşünceler hakkında kitap yazan var mı? Ben bir el yazma kitap okuram ki PDF'de onun adı nedir? Neşegati el-esrar yazılmış görünür. Görün bunun hakkında bir şey yazabilir ya yok. Eyni halda bunu şeye de koyaq ki ChatGPT-yə görək, ChatGPT də bu haqda bir şey bizə deyə bilir ya yox. Deyir ki, çox maraqlı və dəyərli bir qonağa tuş gəlibsiz. Sizin oxuduğunuz o əlyazma böyük ehtimallə Səzai təxəllüs edən məşhur arif və şair Məhəmməd Səzai, yəni Yenişəhərli Gülşəni Səzai adı da buymuş. Əsərlərindən biridir. Oxuduğunuz kitabın adı isə böyük ehtimalla Nəşətül Əsrar. Nəşətül Əsrardır ki, irfan seyirlərin başlanğıcı və yaranışı mənasındadır. Səzai kimdir? Səzai Yenişəhərli 1669 miladi 1738 miladi illər arası Osmanlı dövrünün böyük ariflərindən biri idi. O,
Gülşəni təriqətinin, düzdür, bu Gülşənini hey orada işlədir. Gülşəni təriqətinin böyük pirlərindən sayılır və divanı türkcə irfani ədəbiyyatın ən dərin əsərlərindən biridir. Nəşətül əsrar, bunu nəşqət deyilmiş, nəşətül əsrar yazaq buna. Nəşə Nəşətül əsrar haqqında bu kitab ya Risalə irfan dünyasında özəl bir yerə sahib. Ondan olan mövzular ümumiyyətlə bunlardır. Vəhdət-i vücud, varlığın birliyi və Tanrının təcəllisi. Doğrudur, bu kitab haqqındadır. İnsan-ı kamil ruhunun necə yüksəlməsi və kəmala çatması. Seyr-i sülük, arifin hürmətli və çətin yoldakı səfərləri. Səzainin dili və düşüncəsi. Səzainin şeirləri və yazıları həm çox sadə, həm də çox dərindir. O, müəqqəd, çətin yəni, düyünlü, müəqqəd kəlmələrdən uzaqlaşıb, mənanı ürəyə yatan bir dillə bəyan edir. Elə ona görə də onun əsərləri indiyə kimi əlyazmalarda və kitablarda qalarğı olub. Bir neçə nöqtə əlyazma üçün. Xətt. Əgər əlyazma nəstəli yaşikəstədirsə, kəlmələri oxumaqda diqqətli olun. Çün irfani tərtiblərdə bir nöqtə yerinə görə məna deyişilər. Allah Allah. Nə dedi? Əgər əlyazma nəstəlik yaşikəstədirsə, kəlmələri oxumaqda diqqətli olun. Çün irfani tərtiblərdə, tərtib yəni bir-birində alışsın gəlmək. Bir nöqtə yerinə görə, nöqtəni hara qoyalar? Məna deyişə bilir. Dil. O dövrün türkcəsində ərəbcə və farsca tərkiblər çoxdur, amma ruhu tam türk irfanıdır. İstəyirsiniz o kitabdan bir neçə cümlə ya bir beyt mənim üçün yazarsınız ki, onun dəqiq mənasını və kimliyini birlikdə araşdıraq. Tamam, bu da ki bu, tamam, bundan geçək. Görək ki, bu şey nə yazdı, ChatGPT nə yazdı. Bəli, bu adda irfan və təsəvvüf sahəsində bir kitab var. Nəşətül əsrar, bu ad Nəşətül əsrar, əsrarın peyda oluşu, zuhuru, təsəvvüfi məna daşıyan bir ünvandır və müxtəlif dövrlərdə bu adda yazılan əsərlər olmuş ola bilir. Lakin türkcə irfan ədəbiyyatında bu adda məşhur olan əsərlərdən biri Xalidiyyə Nəqşbəndiyyə silsiləsinə mənsub olan Əhməd Ziyaəddini Gümüşxanəvi 1311 Hicridə tərəfində yazılmışdır. Bu taza kitab olur. 1311 deyəndə olur məsələn 130 il bundan öncə, 136 il bundan öncə yazılmış bir kitabı deyir. O halda ki bu kitab çox əskidir. Yəni onu görə bilirik. İndi əgər qeysək burada desək ki, bu tarixləri hicri yazar mısın deyə bir soru soruşaq. Şuraq ki, hicri tarixləri yazsa, doğum tarixi 1080-də olubdur. Ölüm tarixi isə 1151-də olubdur. Yəni bu adam 71 il ömr edibdir. Allah Taala rəhmət eləsin. Məhəmməd Səzai Yenişəhərli. Məhəmməd Səzai Yenişəhərli. Bunun adını da yazsaq, ehtimalı çox oldu ki, bu olsun yəni. Məhəmməd Səzai Yenişəhərli. Doğumu, deyək ki, doğum 1080, ölüm 1151. Hicriyə qəməri, bu da hicriyə qəməri. Kitab məsələn desək ki, yazılsın, bunun məsələn
axir 20 ili olanda, yəni 50 yaşında yazmış olsa bu kitabı belə, deyək ki, beləsi eləyək. Əgər kitabı 50 yaşında yazmış olmuşsa, onda indi bunu deyək ki, məsələn olsun neçə? 1130. Bunu burada hesablarıq. Deyək ki, 1130 bundan çıxacaq 1447 ki, indiki ildir. 317 il bundan öncə 317 il öncə bu kitab yazılmış ola bilir. Tamam. Bu birinci kitabı oxuduq bu günləri. Gedək ikinci kitab açmışdıq. Görək bu ikinci kitab nədir? Bu kitabı da çox sürətlə yazıbdır ki, bu kitabın adı Üstüvani Hələb. 1108 hicri qəmərlikdə deyir bu kitab yazılıbdır. 120 səhifədir ki, PDF-də 60 səhifə görsənir. Çünki PDF-in hər bir səhifəsində kitabdan 2 səhifənin əksini qoyublar. Kitabın baxırıq, görürük ki, bir nəqqaşı görürük. 3-4 rəngdən nəqqaşıdır. Kitabın cildinə nəqqaşlıq eləyiblər. Kağazdır. Alıblar, yapışdırıblar, qatlayıblar kitabın cildinin içinə can gedibdir. Kitabın içini açıbdır, görürük ki, kitabın içi ortadan çox xəsarət görübdür. Su bunun hər yerinə gedibdir, həm cildinə gedib, həm kağızın içinə, aşağıdan, üstdən, arxasına, yəni Şirazədən hər yerdən gedibdir və kitab çürüyüb biraz. Həm Şirazə tərəfindən biraz çürüyən kimi olubdur, həm də dörd tərəfindən kitab yəni yarpaq kağızları tərəfindən çürüyən kimi olubdur. İkinci səhifədən kitab başlanır. Haza kitabı İstuvani Hələb. Beləsi bir şey yazıbdır. İstuvani Hələb. Oxuyaraq görürük ki, nədir? Heç bir şey olmayıbdır. Su keçibdir, rəhlər qatışıb bir-birinə. Çarçıvə, nəqqaşi, təzib, hissat yoxdur dövrəsində. Kəlmələrin, sətirlərin başlanğıcı ilə başlanğıcı bir-birinin altında düzdür, bir xəttədir, amma qurtarışı biri dalı, biri qabaq, biri uzun, biri qısa cümlələrlə qurtarıbdır. Bəzi kəlmələrin başı üstünə qırmızı xətt çəkibdir, bəzi kəlmələri qırmızı rəng ilə yazıbdır. Görünür ki, bəzi kəlmələri yazıb üstünə xətt çəkibdir. Bəzi kəlmələrin də görsənir ki, silmağa çalışıblar, qərələməyə çalışıblar, o da görünür. Amma kitab bundan belə ki, bəllidir bu kitaba 3 dəfə su gəlibdir. Ya ən azı 2 dəfə bu kitab su çəkibdir. Görsənir burada o vəziyyət, amma yazı qəşəng qalıbdır. Yazı qəşəng deyəndə nə cür qəşəngdir? Çünki bu yazını mənim kimi türk dilində savadsız bir adam oxuya bilər. Amma bunun qonusu nədir? Əcəba qonusu təxəssüs və uzmanlıq sahəsidir. O bir ayrı məşğələ. İçində önəmli, dərin, anlamlı sözlər olsa, onlarda savadsızlığımız üzə çıxar. Bəzi kəlmələri zahirən qıraqda ya oxuyanlar, ya yazan, ya nüsxəçi tozih veribdir. Bu kitab nüsxə olacaqdır hər halda, çünki çox təmiz yazılıbdır. Əlbəttə, kitab birazdan sonra, bir neçə səhifə yazılandan sonra qeytərirəm əvvələ. Məsələn, burada 16-cı səhifədir PDF-də. Görsəniz, kitab yavaş-yavaş tərtibə düşür. Yəni, o sətirlərin əvvəli ilə axirləri ki, bir-birləri ilə fərqlidir, özədici axirlər. Axirləri də keçir, nəzmə düşür. O da gözəlləşir və səfənin iki tərəfində, yəni üstündə deməyək, amma səfənin qıraqlarında, bir də altında oxucular yazmaq üçün yer boş qoyur. Xətt də getdikcə biraz gözəlləşir. Yəni əvvəldə biraz çox
qeysəm əvvələ, əvvəldə biraz çox qarma-qarışıq xəttlər var. Özəlliklə elə birinci səhifədə çox qarma-qarışıqdır. Əyri-üyrü yazılıb. Yəni kəlmələr özü əyridir. Yəni hər kəlmə biri aşağıya gedib, biri üstə gedibdir. Düz xəttə deyil. Kəlmələr sətrin içində. Amma və şey olubdur. Amma gedəndə bu bir neçə sətr yuxarıya, bunlara məsələn əlan bura 26-cı səhifədir. Görürük ki, kitab çox düz bir xəttə kəlmələr yazılıblar və o əvvəldəki halət aradan gedibdir. Ehtimalən əvvəldə başlayanda çox stressliymiş adam ki, yaza bilmərəm. Onun üçün kəlmələri üstünə təkid edilmiş. Diqqət elədə. Ona görə də bunun nəzmlə gedəcək. Bir xəttə gedəcək, onlara diqqət eləmirmiş. Yavaş-yavaş etimad be nəfsi özünə çoxalır getdikcə və qəşəng yazır. Getdikcə xətti də yaxşılaşır, sətirlər də düzləşir, sətirlərin əvvəli ilə sonu da bir xəttə olur. Bu da çox gözəl bir şeydir. Təəssüflə su getdiyi görə kitabın bir çox yerində rəhlər bununla belə gözəl mürəkkəbimiş, gözəl bir cöhərmiş. Bu cöhər rəngi çıxıb çox da xarab eləməyibdir. Amma yenə də bununla belə bəzi səhifələrin üstünü oxumağın zorladıbdır. Çünki su onun rəngin əridibdir, aparıb. Kitabın sonuna gəldik. 60-cı, yəni 120-ci səhifədə kitab qurtarır. Burada bir tarix var. Bunda kitabın adın, burada yazaq ikinci kitab. Bu ikinci kitabın adını görək ki, burada sonda əvvəldə tarixinə baxaq, sonra da adını axtarırıq, görürük ki, bunun adı nədir? Məsələyi bir kimsə məriz halinə qiyamətə qadir olmasa, qiyamə qadir olmasa, məsələ soruşurlar, namaz qılanda. Məsələ, bir kimsə məriz halində qiyamə qadir olmasa, namazın oturarkən qılsın. Həm rüku və həm sucud eyləsin. Və əgər oturarkən rüku və sucudə qadir olmazsa, başı ilə ima eyləsin. İma yəni işarə. Başın məsələn əysin rükudə əvəzinə. Bu məsələ İbrahimi Hələbi məsturudur. Ehtimal İbrahim Hələbidə. Hələbi Hələb şəhrinə bağlı bir adam olacaqdır. Bu məsələ İbrahim Hələbidə məsturudur, sətirlənmişdir, yazılmışdır. Təmmət risaləti şərifə əl-lətifə bi'unillah əl-məlikil vəhhab. İndi ha vaxt hərrərəhu fi əvvəli Rəbiül əvvəl. Rəbiül əvvəlin əvvəlində bu ikinci kitab. Adını yazaq. Tarix. Əvvəli Rəbiül əvvəl. Səneyi 1109. 2 dana sənəsi var. 1108-də başlayıb 1108-də qutarıbdır. Səneyi 1108. 1109. Hicri qəməri. Burada da şəhr ilə, xəta ilə, qüsurinə nəzər olunmaya. Səhv ilə xəta olunmuşsa, qüsurinə nəzər olunmaya. Bu qüsura birini yazdım yadigar olmaq üçün oxuyanları dua qılmaq üçün. Allah Teala bunu yazana rəhmət eyləsin. Allah ruhlarını şad eyləsin. Hər halda bizim üçün bir miras qoyublar və çox da mühüm mirasdır. Gedək indi kitabı görək ki, kitab nə deyir bizə? Birinci səhifənin cildidən sonra baxanda görürük bir yazı vardı. Görürük burada nə yazıbdır? Üstəvani belə bir adı var. Burada bir Üstəvani höcbidir, höccətdir, nədir? Üstəvani belə bir adı var. Burada tığa harada çevrilib orasını bilmirəm. Belə bir ad burada var. Amma burada da
bir yazı ilə taza burada yazıblar. Əgər bunu çevirə bilsəm kitabı, bəlkə bunu oxuya biləm. Məsələ. Rəculun tələqqət imra'ətəhu təlaq məsələsini. Tələqqət imra'ətəhu səlasən. Bir dənə kişi xanımısın 3 dəfə boşadı. Fəla təhillə ləhu hətta yənkəhə bi qeyri. İhtimalən. Ona dahi deyir, o xanım həlal olmaz. Sünnilərdə bir dənə bir şey vardır. Kişi və xanım, hər ikisi. Eləyə bilər ki, ərin ya xanımısın boşasın. Biz şiələrdə yoxdur bu. Xanımlar ərlərin boşaya bilməzlər biz şiələrdə. Amma erkəklər, kişilər xanımları boşaya bilərlər şiədə. Zahirən, sünnidə bir xanım ya bir erkək xanımısına 3 dəfə desə dalbadal ya 3 məclisdə desə ki, mən səni boşadım, səni təlaq verdim, boşadım. Ya desə boşadım. 3 dəfə desə o xanım öz-özünə boşanar. Çünki iradəsini, bu adamın iradəsini göstərir. Deyir ki, beləsi bir şey var, şiədə də bu var, sünnidə də var, bu cürdür ki, deyir, əgər bir dənə xanım, bir ağa, boşanırlar bir-birlərindən, ayrılarlar, hər kəsin gedə işini də alışsın, bir gündən, 2 gündən, 1 aydan, 2 aydan, 3 aydan sonra pəşiman olarlar, qeydib evlənə bilərlər. Tazaşdan gedərlər, şəri siğə oxunar, ər-arvad olurlar. Yenə də biraz yaşadılar, yenə savaşdılar, yenə boşandılar, yenə 2, 3-cü dəfə boşansalar, yenə də evləndilər, 3-cü dəfə başladılar, 3-cü dəfə boşandılar. Deyir ki, şiədə də, sünnidə də bu adam, bu xanım bu adamla evlənə bilməz daha. Nə qədər peşman olur olsun. Bir-birlərini sevirlər, bir-birlərindən ötürü ölürlər. Amma savaşırlar da ortada, bu da bahis olur ki, boşanırlar. Deyir ki, o xanım 3-cü dəfə gerçəkdə bir ayrı ərə. O ərdə biraz qala, sonra ondan boşanan, gələ bundan evlənə. O cür bir dəli də tapılması, gələ bir ayrısı ilə biraz qala, görə ki, o fərqli bir adamdır. Gələ Tazaşdan həman dəli ilə qala ki, ondan savaşmışdı. İndi sünnidə bu 3 dəfə var. Yəni bir məclisdə ya 3 məclisdə bir kişi 3 dəfə deyər. Məsələn, öz evində deyər ki, səni boşuram uşaqları görə. Durarlar, gedərlər, məsələn, öz dədəsicilə, oğlanın dədəsicilə, oradan da durub gedərlər nənəsicilə, hər yerdə, məsələn, qızın dədə nənəsicilə və bu hər 3 yerdə deyilə, bir gündə ya 2 gündə fərq eləməz. Bunu deyə 3 yerdə ki, mən bunu boşadım. 3 yerdə dedi, evində dedi, öz dədəsi, oğlanın dədəsicilə və qızın dədəsicilə de bunu dedi. Deyir ki, bu 3 dənə olar, ya da elə bir yerdə desə, hətta öz evində desə 3 dəfə səni boşadım. Bunlar ikisi bilirlər də, çünki yaşam 2 nəfərin arasındadır. Nə rəbti var uşaqlara ki, mən xanımımla nə cür geçsinirəm? Bu uşaqlara rəbti yoxdur. O mənlə xanımın arasında vardı. Onun üçün 3 dəfə deyir, desə bir dənə kişi ya bir dənə xanım ki, mən səni boşadım, boşanır. Və əgər 3 dəfə desə, eləyə bilməz Tazaşdan evlənələr, gərək gedələr, biri ayrısı ilə evlənə, xanım, ondan sonra ondan boşana gələr. Bunun haqqında burada bir şey yazıbdır da buna istəmədim burada oxuyam. Beləsi bir şeyi gördüm bunu. Fəqət işarə elədim bu həddə mən. Əlbəttə, mən də sünni ya şiə məsələsində fətva sahibi deyiləm. Yəni, bunu məndən bir hikayə kimi qəbul eləyin, amma doğrusunda şəkk eləyin. Yəni, doğru deyirəm, yalan deyirəm, bunun üçün özüm də mütməyin deyiləm. Onu eləyə bilərsiniz, oxuyasa. Haza kitab-ı İstivani Hələb. Kitabın əslində özü üst başlığında bu xəttinə 2 kitabı yazıblar. Əlbəttə, biraz fərqli xəttinə yazıb ki, Haza kitab-ı İstivani Hələb. Həlibdir əlbəttə, həlib. Bismillahirrahmanirrahim. Görək bu kitab nə deyir? Biraz kiçiklədik. Elhamdülillahiləzi cəaləl-üləmaə vərəsətul ənbiya.
Ənbiyanın vərəsələri kimdir? Üləmadır. Özlərinə pay çıxırlar da. Elə ki, məsələn, üləma yəni millət haqqı yoxdur. Vərəsətül ənbiya deyirlər. Mollalar vərəsətül ənbiyadırlar. Belə bir şey yoxdur. Elhamdülillahillezî cealel ulemâe vərəsətül ənbiya və cealehum beynə ibadihil mü'mininə el-müqteda. İqtida olunan, onları yansılayan. Yəni millət də ibad yəni millət, insanlar. İbadil müminin, möminlər də onları yansılayandır. Bu cür bir şeylər bahis olub ki, millətlər müqəllid olublar. Bu sözü bilmirəm niyə deyirlər. Buradan eşitməmişdik. Bu birinci dəfədir bu 550-yə yaxın kitabda ki oxumuşuq. Bu birinci dəfədir görürsünüz ki və cəaləhum beynə ibadihi el-mu'minin el-müqteda fə innəhum minəl-xaşiin zakirin el-ətqiya heysu qalə innəmə yaxşəllahu min ibadihi el-üləma deyibdir ki, Allahdan qorxanlar Allahın bəndələrinin içində üləmalar Allahdan çox qorxar. Biz yaşadığımız dövrdə, mən öncələri bilmirəm, biz yaşadığımız dövrdə onlar heç üləmadırlar, yəni özlərin vərəsətül ənbiya bilirdilər, Allahdan əslən qorxmadılar və Allahın ibadının qanını tökməkdən ləzzət apardılar. Fərqi var. Bir var ki, qan tökəsən, Allahdan da qorxasan, bir var ki, qorxmayasan və ləzzət aparasan qan tökməkdən. Çox fərqi var. Bir ləzzət aparmaq, bir ləzzət aparmaq fərqi var. Bir var ki, gedəsən deyəsən, əstəğfurullah, məcbur oldum, filan oldu, əhmal oldu. Bir də var ki, deyəsən, yox, qan tökəci yox, əslən qan tökmək yaxşıdır. Yarısını da öldürsək, məsələn, şey deyil, olar ki, yarısını da öldürək, məsələn, biz qalaq iş üstə. Belə bir vərəsətül ənbiya yoxdur. Çünki ənbiya əslən gediblər millət qəbul eləməsi, qəbul eləməyib də, baxın, Quranda gedin, baxın, Həzrəti Məhəmməddən sonra bir dənə peyğəmbər tapın ki, milləti onu qəbul eləyibdir. Siz gedin, hətta Həzrəti Məhəmməd millətindən qaçıbdır da, qaçıb giribdir Mədiniyə, pənahəndə olubdur. Yəni, siz bir dənə peyğəmbər tapa bilməzsiniz ki, Nuh olsun, Musa olsun, İsa olsun, bir dənə peyğəmbər tapa bilməzsiniz ki, ümməti onu qəbul eləmiş olmaya. Və onlar zorla istəyərlər orada, deyərlər ki, yox, siz bizi qəbul edirsiniz. Yox, belə bir şey yoxdur. Hazır olublar, ölərlər, qəbul eləməyərlər. Peyğəmbər də bir iş görənməyibdir. Yəni, baxsınız, Quranda, o birisi dini kitablarda görürsünüz ki, heç peyğəmbər millət qəbul eləməsə, Allah zor eləyə bilmir. Peyğəmbər də zor eləyə bilmir. Qəbul eləmir, qutulu getdi. 4 dənə huqqulu molla, cinayətkar, deyir ki, yox, biz səni aparacaq behişdə, çünki əsən Həzrəti Məhəmmədin zoru çatmayıb, mənim zorum çatacaqdır. Musanın, İsa'nın, Zəkəriyanın, Nuhun zoru çatmayıbdır, mənim zorum çatacaqdır. Qalə innəmə yaxşəllah min ibadihi əl-üləma. Belə bir şey yoxdur. Təəssüflə biz bu dövrdə gördük, keçən 50 ildə mənim yaşımda. Mən bir məqalə yazdım 30 il bundan qabaq. Bilmirəm, zindandan öncə yazdım, düşdüm zindana, yoxsa zindanda yazdım. Ki, İranda din adında bir şey qalmayacaqdır. Nə Türkiyə kimi olacaq, nə Misir kimi olacaqdır. Burada Avropa kimi də olmayacaq hətta. Burada din kamilən aradan gedəcək və dinsizlik çox pis vəziyyətdə olacaqdır. Amma sonralar İranlıların belə bir haləti var. Bu İranda yaşayan millətlərin belə bir beyin qurumu vardı. Özlərində şücaət, cəsarət yoxdur. Özləri bir iş görməzlər. Xaricədən hər vaxt bir güc gəlsə, onda durarlar. O gücün zoru çatan zamanı bunlar da ayağa durarlar. Bir-birlərini qətlə am elərlər. Və cinayət millətidirlər. Çox cinayətkar. Qorxaq insanlar çox cinayətkar olarlar. Çünki fürsət əllərinə düşəndə cinayət elərlər. O zaman ki, fürsət əllərində deyil, onda yaxşı görünərlər. Amma o zaman ki, əllərinə fürsət düşdü, indi məsələn, rejim şey oldu, şah zamanı bunu gördük, bu səfər çox olacaq. Bu səfər daha çox adam öldürəcəklər. Yox. Bu millət
bir 20-30 ildən sonra Tazaşdan İslamçı olacaqlar. Tazaşdan qeyd edəcəklər, biz qeydək. Necə indi Pəhləviyə qeydirlər, nə bilim. Yəni hamandır, bu millət hamandır. 50 ildə, bir neçə ildən neçə ilə bu dairəyə, bir dənə dairəyə düşürlər. Bunu mən adını qoymuşam. Fəlsəfədə işləyir. Dairə-i Mə'yub, Mə'yub dairə, silsilə-i Mə'yub. Mən bunu qoymuşam İnqilabhay Mə'yub. Mə'yub inqilablar dairəsi. Amma bir-birinin içində olur, daimən təkrar olur. İndi zamanı biraz kiçikləşibdir. Öncələrdə 30 ildən, 40 ildən biri olurdu. İndi yavaş-yavaş hər 3 ildə, hər 2 ildə bir dana bir inqilaba tərəf gedir. Amma bu millət hər 50 ildə bir dəfə qeydir. O zaman yetişdi çətinliyə, taza yol aça bilmir. Bombastda yetişəndə taza yol açamırlar. Qeydirlər qabaqçı yollarına. Deyirlər Tazaşdan qeydək hamana. Hamançı bundan yaxçı idi. Yəni bu pisdir. Bunun əleyhinə inqilab edirlər, gedirlər qabaqçı pisin dalısına. Deyirlər ki, qabaqçı pis bu pisdən yaxçı idi. Gedək qabaqçı pisin arxasına. Belə bir düşüncələri var İranda, təəssüflə. Ki, uləması da bunun içindədir. Əlbəttə, gələn seriyə uləma qalmayacaq inşallah. İbadallah uləma. Vəssalatu vəssalamu alə Muhammedin seyyidil ənbiyai vəl-əsfiya və alihi və əshabihillezine cahədu fi səbilil huda. Və bə'd, qultuldi. Bu əbdi zəif, fəzli yədi fəzl edib. İhtimalən adı fəzlidir. Bu əbdi zəifi fəzliyə fəzl edib. Adı fəzlidir. Yazar fəzli. Fəzliyə fəzl edib Rəbbil aləmin, uləma-i dinidən və füzəla-i dəhridən. Qudvətül arifin, məfxər əhl-i sünnəti vəl-cəmaət, sultanül vaizin, qami-i əl-fəsəqəti, qami-ül fəsəqətil fəcərə, əl-bağiyyətil mubtədiinə, naqili kitabullah, amili sənəyi sünnətəman, sünnəti seyyidül mürsəlin, ustazi üstüvani. Bu adamın adı, ustadı kimdir? Ustadın adı Üstüvani Məhəmməd Əfəndi. İndi bu Üstüvani Məhəmməd Əfəndi kimdir? Görək. Üstüvani Məhəmməd Əfəndi. Mü'in-i din olan Fazil'in huzur-i şərifində əxz və zəbt etdüyüm hökm-i mübini iman və İslamə və vüzuyə və nəmazə mütəəlliq məsail din və din olənlərdən bəzi ixvan-ı axirət salihin təhririni iltimas etmələrilə amilin suallinə icabət məqul cürdü. Ağilin bizi və ustadimizi xeyirlə yad edə. Tamam, buradan bunu gəlir ki, bu adamın özü adı Fazilidir, ustadının adı, bunu deyək müfti. Müfti yazaq, müfti ya ustadı Fazili, Fəzli. Fəzli cənablarının ustadı ya müftisi, üləma-i dindən Üstüvani Məhəmməd Əfəndi imiş. Bundan eşitdiklərim deyir ki, istəyiblər, mən də ona görə yazdım. İman-ı İslam və iman və İslam və buzu və namazə mütəəlliq məsail din olənlərdən bəzi ixvan-ı axirət salihin təhririn iltimas etmələrinə amilin sualini yenə icabət sual ehtimalən burada suallı belə bir şey olacaqdır. Yenə icabət məqul cürdü. Aqilin bizi və ustadimizi xeyirlə yad edə. Fazilin faidəsi müminin am olələr. Olarığı üçün müminə am olarığı üçün yəqin şuru olundu. Təhririn
müyəssər edə haqqı, burada su düşübdü, biraz qatışıq olacaqdı. Bu muradi amin. Təhririn müyəssər edə haqq, bu muradi amin. Rəbbi təmmim bil xeyr. Qutardı buradan. Əvvəla məlum olsun ki, ey talib, axirət olan ixvan-ı müminin ibtida əbdi təkəllüf üzərinə, ibtida əbd təkəllüf üzərinə fərz eynidir. Cənab-ı Bari tavsid edib bir yerimizi hər kişiyə fərz eynidir. Burada bir şey vardı ama oxuya bilmədim. Tavsiye edib bilmək, tavsiye edib bilmək, pəs indi hər kişiyə fərz eynidir ki, az olsun, bunlar su getdiyi üçün çox çətindir bunlar oxumaq. Az olsun, ər olsun, övrət olsun, elmi öyrənmək, filhal lazım olan ibadat, taatun əhvalini bilmək fərz eynidir. İbtida etiqadını bilmək lazımdır. Zira ibadatun sihhəti etiqadın sihhətinə mövqufdur. Bir kimsənə etiqadında əlzəm ölməli, bilməsə ölənləri, bir kimsənə etiqadında əlzəm ölənləri bilməsə və kəlmə-i şəhadətün mənayı şərifin bilib məzmunə dili ilə iqrar və qəlbi ilə təsdiq edib bilməsə, indəllahi Teala ol mümin dəyildir. Pəs əvvəl alim olmaqdır, gərək deyir, bunca da elm deyir buna da. Amma Allahın tərəfindən necə deyir bu mömin deyildir, mən onu biraz qalıram da. Yəni Allahın tərəfindən hökm vermək biraz zordur. Heç olmasa desin, mənim nəzərim belədir ki, belə olar. Belə fikr edirəm. Amma o zaman deyir, Allahın bilməsə, indallahi Teala ol mömin deyildir. Hər kəs bunları, mən dediklərimi bilməsə, Allahın yanında mömin deyil. Bunu necə demək olar, mən onu bilmirəm. Demişlər, ahirətdə zərrə qədər faydası yoxdur. Kim demiş? Yerində mollalar deyiblər. Ancaq, amma Həzrəti dindi, Quranda belə deyil. Quranda deyir ki, qulu əşhədü ən la ilahə illallah tuflihu. Əcəba belədir. Baxım görüm düz oxudum, yoxsa qələt oxudum. Bunu mən yazım, şeydən soruşun, Cimnaydan. Əcəba Qur'anda belə bir ayət mi var ki, qulu la ilahə illallah tuflehu. Görək belə bir şey vardır ya yoxdur. Bu barədə bir neçə önəmli nöqtəni aydınlaşdırmalıyam ki, zehninizdə tam dəqiq bir görüntü yaransın. Qur'anda belə bir ayət yoxdur. Nə mənə? Düzünü desək, qulu la ilahə illallah tufluhu. Tufluhu mən iştibah yazmışam, ona görə deyir. Tuflehu. Tufluhu deyil. Mən niyə bu aşağıda yazıb? Tufluhu. Düzünü desək, qulu la ilahə illallah tufluhu cümləsi eyni bu formada Qur'an ayələrinin içində yoxdur. Yəni, əgər Qur'anı başdan başa axtarsanız, bu tərkibli bir ayə tapamazsınız. Bu cümlə bir hədisdir.
Bu məşhur cümlə İslam Peyğəmbərinin sallallahu aleyhi və səlləm öncələri Məkkədə insanları İslama dəvət edərkən işlətdiyi bir sözdür. Tarix qaynaqlarında yazılıb ki, Hz. Məhəmməd sallallahu bazarlarda və xalq içində buyurardı: Qulu la ilahe illallah tuflihu. Deyin ki, Tanrıdan başqa Tanrı yoxdur ta qutuluşa və rəstigariyə çatasınız. Qurandakı bənzər ayələr, Quranda bu mənanı çatdıran başqa ayələr var, amma sözləri bir az fərqlidir. Örnək üçün, fəlah, rəstigari şərti. Quranda çox yerdə tuflihun ta qutulasız sözü gəlib. Amma ümumiyyətlə təqva, cəhad ya tövbə kimi əməllərin yanında zikr olunub. Tövhid ayəsi Sure-i Əs-Safat ayə 35-də belə bir ibarət vardır. İnnəhum kanu izâ qilə ləhum la ilahə illallah yəstəkbərun. Nəticə. Pəs bu hədisdir. Belə bir şey varmış. Hədisdə varmış. Ayə deyilmiş. Tamam. Yəni İslamda elə bir iki şey desəz müsəlman olursunuz və Allahın da şeyi qəbul. Hətta namazda da qılınmasa İslamiyyətdən kəsr olmur. Mömin bəlkə olmaz. Əlbəttə bəlkə mömin olur, bəlkə müsəlman olmaz. Nə bilim bunların hangisini desək. Deyir ki, axirətdə zərrə qədər faydası yoxdur. Ancaq dünyamızdan törtülmüş olur. Qurtulmuş olur. Ancaq dünyamızdan qurtulmuş olur. Bu məsabəhdə olan adam bilə bin yıl namaz qılsa və oruc tutsa, yevm-i məşhərdə zərrə qədər faydası yoxdur. Pəs, indi hər kişiyə iman nədir bilmək fərzdir, eynidir. Əvvəla, iman 6 nəsnəyə, dil ilə iqrar, 6 nəsnəyə. Hər halda, burası yaxçıdır ki, insanlara deyir ki, öyrənin. Bu çox yaxçıdır. Yəni, imanın mənası bir şey, amma bu iki deyir, öyrənin, o çox önəmlidir. Deyir ki, fərzi eynidir. Əvvəla, iman 6 nəsnəyə, dil ilə iqrar, qəlb ilə təsdiq etməkdir. Ol 6 nəsnə bunlidir. Bunlidir. Âmentü billah, iman vəl mələikəti və kütübihi. 3 dənə oldu. Və rusulihi 4, vəl yevmil axiri 5, vəl biqədri xeyri və şərri minallahi teala 6. Bu 6 dana deyir ki, iman gətirmək bunları şeydir. Âmentü billah, Allaha iman gətirdim, mələikələr qəbul elədim, kitabı, peyğəmbərlərin kitabların və kütübihi və rusulihi kitablarına, Allahın kitablarına və göndərildikləri elçilərinə vəl yevmil axir, qiyamət gününə və bil qədri xeyri və şərri. Xeyrin, şərrin müqərrər olduğuna, öncədən bəlli olduğuna deyir, inanmaq lazımdır. İndi biz o birisi peyğəmbərləri qəbul eləmirik. Əməldə danışanda deyirik, onlar yox. Onların kitablarını da qəbul eləmirik. Deyirik, onlar təhrif olublar. Bu da nəzərimə gəlir ki, ondan düz gəlməz. Yəni, onlara deyək ki, təhrif olublar. Nə ilə sabit edirik təhrif olubdur? Bizdə onların mətni yoxdur. Onların əlində olan o kitabdır. Nə ilə sabit edirik onlar təhrif olubdur? Aynı şeylə ki, biz iddia edirik, onlar təhrif olubdur, iddia eləmək olar ki, Quran da təhrif olubdur. Hətta şiələr belə buna hədisləri var ki, Quranın əsli imamlarda idi, imamlardan da yetişib İmam Zamana, İmam Zaman gələndə o iki Quranı gətirəcək. İki cildidə düzdür, yəni yekədir. Mətləbi çoxdur. Bu kələmat-ı şərifələrin mənai lətifələri icmalən bəyan olunur. Âmentü billah denmək yəni demək.
Ameltu billah demək mənası budur ki, mən Allah Teala'ya inandım. Birdir. Nəziri və vəziri yoxdur. Zatında və sifatında və təsiratında şəriki yoxdur. Sıfatı nüqsandan münezzəhdir. Münezzeh yəni pak. Münezzəhdir. Əvvəli və axiri yoxdur. Heç kimsəyə bənzəməz və kimsə ona bənzəməz. Kəndi zatı ilə qaimdir. Yəni bir ayrısına dayanmayıbdır. Ayrısı bunu yaratmayıbdır. Kəndi zatı ilə qaimdir. Kimsənin törünməsinə möhtac dəyildir. Nə demək olar bu? Kimsənin doğmasına, kimsənin doğurmasına möhtac dəyildir və bir türcək məkana möhtac dəyildir. Bir türcək yəni bir türlü, bir növ məkana möhtac dəyildir və mələikə. Buradan Allahın dedi, birliğin Allahın dedi. İndi ikincisi mələikə. Mələikətühü daxi Allah Teala'nın mələklərinə inandım və inandım vardır. Allah Subhanahu və Teala onları qüdrəti ilə xəlq etmişdir. Onlarda erkəklik və dişilik mütəsəvvir dəyildir. Cəlib budur ki, Quranda erkəkləri bildiyim qədər huri və deyə qoyubdur. Yəni hurilər xanımdılar, məsələn, dişidirlər və qılmanlar da, nə bilim indi bu qılman sözü Quranda var ya yox, onu da bilmirəm, amma erkək də var. Yəni bu cür deyək ki, fəqət dişi olsun. Cəlibdir, burada erkək dişini birinci dəfə görürəm. Bir kitabda rəsmən yazıb erkək dişi. Onlarda, yəni mələklərdə onlarda erkəklik və dişilik mütəsəvvir dəyildir. Təsəvvür belə eləyə bilməsə, onlarda erkək kişi deyillər. Cəlibdir burası. Ortada bir şeydirlər. Mütəsəvvir dəyildir. Günahdan məsumlərdir. Yeməzlər və içməzlər. Nə yeyərlər, nə içərlər. Allahu Teala'nın taatindən ayrılmazlar. Və kətəbəhu, Allahın kitablarına indi. 17 mələkləri bildik ki, nə oldu? Və kətəbəhu dəxi Allahu Teala'nın kitablarına inandım cümləsi həqdir. Cümlə-i kütüb dörddür. Yaiddu dörddür. Yaid dörddür, yəni sayılısı dörddür. Cümlə-i kütüb yaid dörddür. Dördü müdəvvən kitabdır. Dördü müdəvvən kitab, yazılmış, divan olmuş. Müdəvvən kitabıdır. Birisi Tevrat'dır. Hazreti Musa'ya inmiştir. İkincisi Zebur'dur. Hazreti Davud'a inmiştir. Üçüncüsü İncil'dir. Hazreti İsa'ya inmiştir. Aleyhüssalatu vesselam. Dördüncüsü Kur'an-ı Azim'dir. Bizim Peygamberimiz Muhammed İbni Abdullah sallallahu teala aleyhi ve sellem üzerine nazil olmuştur. Ve sair kütübler sühefdir. Bunlardan sonrasılar sühefdir. Sair peygamberlere inmiştir. Yani 10 sühef Hazreti Adem'e ve 50 sühef Hazreti Hazreti Şeyte. Pes nedir? 10 sühef Hazreti Adem'e, 50 sühef Hazreti Şeyte, 30 sühef Hazreti İdris'e, 10 sühef Hazreti İbrahim'e nazil olmuştur. Dikkat buyurun, bunlar ihtimalen bir ədədlər gəlmişmiş insanlara yazıblar. İhtimal deyirəm, yəni mümkün meydə üzündən yazmayıblar.
Mümkündür ki, qabaqcan bir ədədlər gəlibdir. Onun üzərinə bunlar səhvdən danışırlar. Ki, məsələn, filan kəsə bir belə gəlibdir, bəhman kəsə bir belə gəlibdir. O, ola bilər ki, o cür bir ədədlər gəlib yetişibdir. 30 səhifə Həzrəti İdrisə və 10 səhifə Həzrəti İbrahimə nazil, səhəf Həzrəti İbrahimə nazil olmuşdur. Əleyhissalatu vesselam bizim kitabımız, indi burada nəmədir? Bizim kitabımız cümləyi nasixdir. Hardan bunu dedi? Orada Quranda belə bir şey yoxdur. Dedi ki, o 5 danadır. Amma burada deyir ki, onların nasixidir. Yəni, onları fəsx eləyibdir, onları batil eləyibdir, onları silibdir, onlar keçərli deyirlər. Yəni, vardır, tarix olaraq baxa bilərsiniz falan, amma onlar burada silindilər. Cümlə-i nasixdir. Şimdi o kitablər ilə hökm caiz dəcildür. Gördünüz, bunun işi gəldi dedi. Qiyamətədək hökmü sabitdir. Təğyir və təbdil olmaqdan Allah Teala hifz etmişdir. Qur'anı deyir ki, beləsidir. Və rüsülhi, o 6 dana saydı, bir də rüsüldür. Nədir? Və dəxi cümləyi peyğəmbərlərə inandım. Cümləsi haqqdır. Bizim peyğəmbərimiz Muhammed ibn Abdullah sallallahu teala aleyhi və səlləm əlsinə. Bu da qurtuldu. Bu qurtuldu. Nə mənə? Əlsinə vəl cənnə. Ən-nisə vəl cənnə. Bu 2 dana nə deməkdir? Ən-nisə vəl cənnə peyğəmbərdir. Risaləti amdır. Bu nə deməkdir? Ən-nisə və cənnə. Peyğəmbərdir. Risaləti amdır. Aha, bu şeydir. Ərəbcə olduğu üçün ehtimalən bunun üstə xət çəkibdir qərə. Amma o beləsi olacaqdır. Bizim peyğəmbərimiz Muhammed ibn Abdullah sallallahu teala aleyhi və səlləm əlsinə və cənnə peyğəmbərdir. Risaləti amdır. Şimdən sonra peyğəmbər gəlmək mümkün dəcildir. Şər-i şərifi qiyamətə dəkin baqidir. Fəl-yevmül axir. Və dəxi yevm-i axirət. Fəl-yevmül axir nədir? Orada o müsəlmanın etiqadı olanlardan və dəxi yevm-i axirətə inandım. Əvvəla haqqdır. Cümlə diri ölənlər ölsə gərəkdir. Cümlə diri ölənlər ölsə gərəkdir. Öldükdən sonra Allah Teala yenə diritürsə gərəkdir. Bundan sonra gün olmaz, son gün ancaq budur. Bundan sonra, yəni o qiyamətdən sonra gün olmaz. Son gün ancaq budur. Və bil qədri xeyri və şərr. Şərrinə qeyrin yazılmışı, müqəddər olması məsələsi. Minallahi Teala və dəxi qəza və qədrə inandım. Xeyr-ü şərr, faidə və zərər cümlə hər nə olursa olsun Allah Teala'ya dilməyəncə bir nəsnə vücuda gəlməz. Aha, beləsi oxuyaq. Deyək ki, və dəxi qəza və qədərə inandım. Xeyr-ü şərr, faidə və zərər cümlə hər nə olursa Allah Teala diləməyincə yəni iradə etməyincə. Burada dilək demişəm mən öncələrdə. Türk dilində arzulamaq, dilək yəni iradə eləmək. Çünki Allah deyir və izə əradə şeyən fəqalə ləhu kun fəyəkun. Allah bir şeyi iradə eləyəndə, arzu eləyəndə əmələ getir. Necə? Deyir ki, ol. Yəni gedir onu oldurmağa. Və sonra olar. Allah da istədiyi yaradar. İndi burada da deyir ki, Allah Teala diləməyincə bir nəsnə vücuda gəlməz. Cümləyi məxluqat cəm olsalar bir nəsnə vücuda gətirəməzlər.
gətirməyə, bir nəsnə vücuda gətirməyə qadir dəcüldür. Və dəxi İslamın və şərti 5'tür. Burada qutardı. O buradan demişdi 6-7 dana. O qutardı. İndi buradan bu yüzə başlayır. Əlbəttə o da 6-7 dana değildi. Neçə dana idi? Demişdi ki tamam. Hər halda onu da tapa bilmədim. Hər halda ya 6 idi ya 7 idi. İndi burada tazaşdan başlayır bir ayrı bəhsə keçir. Dedi ki və dəxi İslamın şərti 5'tür. Əvvəlkisi kəlmə-i şəhadət. Şəhadəteyn gətirməkdir. Nə demək? Əşhədü ən la ilahə illallah və əşhədü ennə Muhammedən abduhu və rasuluhu. Bu kəlməyi şərifün mənayı lətifi budur ki, mən şəhadət edərin. Ben şəhadət edərin. İndi deyirik nıra çevrilir. Mən, ben, edərin, edərəm. Eyni hamdır. Yəni o nun mimə, mim nuna çevrilir Türkçədə. Sözün əvvəlində olsun ya sözün sonunda olsun. Gəlir. Deyir ki, şərifin mənayı lətifi budur ki, ben həman mən şəhadət edərin, edərəm, ibadətə layiq və müstəhəq bir vücud diyu qədr bu vücud yoktur. Bir vücud yoktur. İllallah Teala vardır. Və dəxi ben şəhadət edərin Muhammed aleyhissalatu vesselam Allah Teala'nın Resulü və quludur. Görürsünüz, axırda o qul sözü Həzrəti Məhəmmədə də işlənir. Türkçədə. Qul sözü bərdə anlamında deyil. Allahın yaradıldığı məsələyə qul deyir. Ərəbcədə əbd deyir. Və dəxi ben şəhadət edərin Muhammed aleyhissalatu vesselam Allah Teala'nın Resulü və quludur. İkinci 5 namazı vaxtına 5 namazı burada silibdi. Yəni yazmışmış namazı, vaxti namazı deməkdir. 5 namazı, vaxti namazı yazıbdı. Bunu o birinci namaz ki yazıbdı, onun üstünə qırmızı xətt çəkib üstünə, başının üstünə yox, özünün üstünə. Yəni bu düz deyil. Onu yazıbdı, yazıb ki ikinci 5 vaxt namazı qılmaqdır. O birinci namaz getdi. Buradan şey çıxdı ortadan. 5 vaxt namazı qılmaqdır. Üçüncü, malının zəkatını verməkdir. Əgər nisabə malik isə, üzərinə din üzərinə din yıl keçdi isə verər. Cəlibdir ki, mən bunu keçdi isə, üzərinə din yıl keçdi isə. Dördüncü, Ramazan-ı Şərifi bütün siyam saim olmaqdır. Bütün Ramazan ayındakı gəlir yavaş-yavaş sabahdan ehtimalən başlayacaqdır. Mən dünən bir Kanadalı dostumla danışırdıq. Dedi ki, hazırsan? Mən deyirdim, Məsihli bu adam. Dedi, hazırsan? Dedim, nəyə? Dedi, unuttun? Dedim, nə mənə? Dedi ki, Ramazan gəldi. Sabahları yox, bir gün Ramazandır. Mən getmişəm, xurma almışam, hazıram tutam. Yəni, bir Kanadalı gördüm ki, çox müsəlman və çox sevincək müsəlman. Yəni, bizlərə ay Ramazan gəldi, yox. Adam gedibdi, deyirdi, getdim bir Filistinli məğazədən, diqqət edin, yəni fikircə Həzrət Məhəmməd ki, xurma yiyibdi, mən də xurma yiyəcəm məsələn. Getdim, bir gözəl xurma almışam, deyirdi.
Çox cəlib bir şeydir, dünənləri tanış olduq adamla. Tamam. Dördüncü malının zəkatını verməkdir. Əgər nisabə malik isə üzərinə din yıl nə mənədir bilmədim onu. Keçdi isə. Dördüncü Ramazan-ı Şərifi bütün saim olmaqdır. Beşinci həcc etməkdir əgər qadir isə və dəxi həvaici əsliyyədən və ləvazim şər'iyyədən لوازم اصلیدن و حوائج اصلیدن و لوازم şər'iyyədən fazla ola və dəxi əgər sual olunursa ki, mömin və qaçdır dinə 6'dır. Mömin beh. Ərəbcədir burası. Əgər sual olunursa ki, müminin beh, mümin bir şeye mümin olanlar kaçdır? Denə 6'dır. Bu zikr olunanı icmalidir. Təfsili qeyri risalədə zikr olunmuşdur. Cümlədən biri bir külli risaləsidir ki, iman və İslam əhvali anda təfsilən zikr olunmuşdur. Bab-ı təharəti. Burada kitab gəlir indi. Kitabda o əvvəldə onları xülasə dedi, təfsilin gedin ayrı kitablarda yazılıbdır. Mən gedirəm buradan bu üzə bu bablarda danışam. Pəs dedi ki, təfsili qeyri risalədə, bu kitabdan qeyrisində zikr olunmuşdur. Cümlə dili bəri, ya burada dəni bəri, nəmnədir, su düşübdür, bəlli olmur. Bir külli risaləsidir ki, iman və İslam əhvalini anda təfsilən zikr olunmuşdur. Bab-ı ət-təharət. Bu bab təharətə mütəəlliq əhkam bəyanındadır. Təharət 5 növdür. Bir, əvvəlki növ-i fərzüdür. İkinci növ-i vacibdir. Fərz ilə vacibin mənasını mən bilmirəm özüm şəxsən. Burada soruşaq görək ki, fərz ilə vacib arasında hangi bənzərliklər və hangi ayrılıqlar var? Aydat yazmamışam çeşməni. Fərz ilə vacib arasında hangi bənzərliklər və hangi ayrılıqlar vardır? Fikri və irfani baxımdan fərz və vaciblər arasındakı ilgi çox incə və önəmlidir. Hənəfi fikrində ki, Səzai Həzrətlərinin mənsub olduğu məktəbdir. Bu iki kəlmə arasında aydın bir fərq var. Amma başqa məzhəblərdə çox vaxt bir mənada işlənilir. Bunların bənzərlikləri və fərqlərini belə xülasələmək olar. Bənzərlikləri, oxşarlıqları. Hər ikisi də Tanrının qatı əmrləridir və bir müsəlmanın boynunda olan borclarıdır. Tərk etmək günahdır. Hər kim fərzi ya vacibi üzürsüz yerə tərk etsə, şər'ən günah qazanıb və cəza ya rədd edilmək haqqı var. Yerinə yetirmək savaqdır. Hər ikisinin icrası insanı Tanrıya yaxınlaşdırır və böyük savabı vardır. O savab deyəcəkmiş bəs. Boyunda olan haqq. Hər ikisi də mükəlləf insanın ödəməli olduğu dini vəzifələrdir. Fərqləri nədir? Burası mühümdür. Hənəfi fikrinə görə bu ikisinin arasında sübut və inkar baxımından böyük fərqlər var. Özəllik fərz, vacib.
Pəs bu fərz nə var? Özərdiş nədir? Dəlil və qaynaq. Fərz nə deməkdir? Qət'ən sabit olan dəlil, Qur'an ayəsi ya müvəttirat hədis. Vacib nədir? Zənni dəlil. Pəs fərz budur ki, dəlili sabitdir, qət'ən dəlili var. Vacib budur ki, zənni dəlil var. Zənn eləyirik ki, dəlili var. Məşhur ya xəbəri vahid. İnkar etmək. Fərzi inkar edən, qəbul etməyən dindən çıxar. Fərz budur. Vacib nədir? İnkar edən dindən çıxmaz. Amma fasıq və günahkar sayılır. Əsli fəqih bu iki dəlil. Örnəklər. Misal, 5 vaxt namaz fərzidir. Ramazan orucu, Kəbə həcci, bunlar deyir fərzidir. Vətir namazı, qurban kəsmək, fitrəsi, bunlar vacibdir. Namazda vəziyyəti, namazın fürsəti tərk olunsa, namaz batildir. Yəni, namazın fərzini tərk olunsa, fərz namazlar tərk olunsa, namaz batildir. Namazın vacibi səhvən tərk olunsa, səcdi-i səhv ilə düzələr. Görürsünüz, namazın fərzi tərk olsa, batildir. Amma deyir ki, namazın vacibdə, əgər namazın vacibi səhvən tərk olsa, onu səcdi-i səhvindən düzətmək olar. Tamam. Bu qədər bu iki dənə görər. Daha davamı vardı bunların, amma deyir ki, ikinci, əvvəlki növ fərzidir, ikinci növ vacibdir, üçüncü növ sünnətdir, dördüncü növi müstəhəbbidir, beşinci növi məkruhudur. Əmmal fərz. Fərz nədir? Əmma fərz olan təharət budur ki, bir adəmin məqədi ətrafında yaxud əsyabinə dərmədən ziyadə nəcasət bələşsə, pak etmək fərzidir. Əgər pak etməzsə, qıldığı namaz səhih olmaz. Və əmməl vacib, amma vacib olan budur ki, bir adəmin bədəninə yaxud əsbabinə dirhəm miqdarı nəcasət bulaşsa, pak etmək vacibdir. Əgər pak etməzsə, günahkar olur. Tamam, bu cürsə devam edir. Kitab gedir, kitabın yazarını bildik, amma tarixini bilmədik. Görək ki, kitabın tarixini də bildik. Yox. Dedik ki, kitab 1109-dan 1108-də yazılıb. Deyək ki, bunu gəlsək, deyək ki, 1447-ci il deyək, bundan çıxsaq, 1109-u ki, o ildə kitab deyək ki, yazılıbdır, 338 il öncə bu kitab yazılmış olar. 338 il öncə yazılmış olubdur bu kitab. Gördüğünüz kimi bir calib kitabla rastlaşdıq. Bu da əvvəldə biraz bəzi məsələləri deyir və sonra geçir namaz məsələsinə, təharət məsələsinə filan. Bunlar çox ciddi bir məsələdir. Bəziləri bugünkü günümüzdə belə lazımdır. Yəni fikir buyurun ki, məsələn, mən çox tənbəl bir adamam. Əgər namaz qılmasam, gündə bir dəfə əl yuyuram yuxudan duranda. Bir də əlimi məsələn bir şeyə vursam, sonra gəlib onu yuyuram. Amma namaz qılan bir insan məcburdur əlini bir şeyə vurmaya. Sübh yuxudan durmalıdır, əl üzün yumalıdır, ağzın yumalıdır, burnun yumalıdır, əlin başına çəkməlidir, qulağına, boynuna çəkməlidir, ayaqların yumalıdır. Mən məsələn namaz qılmasam, mümkün də hamamdan gedənə ayağımı yuyuram. Amma bir dənə müsəlman gündə məcburdur 5 dəfə ayağını yuva. 5 dəfə burnuna su çəkə fınqıra. Yəni hər dəfə də ki namaz qılır 3 dəfə gərək burnuna su çəkə, 3 dəfə ağzında qərqərə eləyə, tüpürə. Yəni bu qədər bu çox gözəl bir şeydir. Çox gözəl bir şeydir. Hər bəhanə ilə deyir yuyunacaqsan. Bəhanə axtarır ki, yuyundur adamı. Yəni
Behdaşlı nə cür desin? Yəni bundan da böyük Behdaşlı demək olmaz ki. Deyir ki, xanımınla rabitə qurdun, gərək şey olasan. Gedəsən özün yuvasan, qusl edəsən. Cuma günüdür, get cuma qusl elə. Nə bilim, qurban kəsəcəksən, get qurban qusl elə. Əgər ölüyə əl vurdun, get qurban ölü qusl elə. Yəni hər bəhanə ilə deyir ki, yuyunacaqsan. Dedim, yəni mən özümdən baxıram, namaz qılmasam, gündə bir dəfə əlimi zorla yuyuram. Əgər məsələn, müsəlman kimi cənabət quslu, filan quslu eləməsə adam, mümkündür ki, aynen adam şeyə getməyə, yəni yumaya özü. Hər halda çox ciddi, həm də bunu diqqət buyurun ki, bu İslamın bu yuyunmaq məsələsi Ərəbistanda gəlib ki, su yox imiş o zaman. Əlbəttə, indi ərəblər ağıllı millət olduqları üçün indi Ərəbistan buğda sadir edir. Yəni, çox belə ki, yamyaşıl bir məmləkətə çeviriblər Ərəbistanı. Hər halda, bu günləri 2 dana türk kitabından tanış olduq. Birincisi, Nəş'ətül Əsrar ki, dedik bu kitabı yazan Səzai adında bir şəxs idi. Məhəmməd Səzai Yenişəhərli 1080-də doğulubdur, 1151-də Allahın rəhmətinə gedibdir. Kitabı 50 yaşında yazsa, 317 il bundan qabaq bir kitab yazıbdır. Çox ciddi bir irfani, ilahi kitabdır, yazıbdır adam düşüncələrin. İkinci kitab ki, başladıq, İstivani Həlib deyə bir adam yazıbdır. 338 il bundan qabaq yazıbdır. Əvvəl 1-2 səhifəsi etiqadata görədir, sonrası keçir namaz, oruc, zəhət, zəkat, özəlliklə namazın üstünə keçir və onun məsələlərin açıqlır. Bu günləri bu qədər bizə yetişər. 2 kitabla tanış olduq ki, türk dədələrimiz bunu minlər il təcrübələrini toplayaraq düşüncələrin İslama yükləyiblər. İslam deyil, bunların heç birisi İslam deyil, amma bizim dədələrimizin düşüncələridir, bu haqda anlayışlarıdır. Bunlar belə anlayıblar, bunu belə düşünüblər, fərqli düşünüblər. Yəni, adam gəlibdir, behişti, cəhənnəmə görə danışır. Bunun düşüncəsidir, anlayışıdır, şey deyil. Yəni, bu deyil ki, İslamda belə bir şey var ya yox. Hər halda çox Allah Teala bizim ölmüş, getmiş dədə-babalarımıza rəhmət eləsin. Allah mənim dədəmə rəhmət eləsin, ruhunu şad eləsin. Bizə də ölənlərimizin, özəlliklə bu kitabları yazanların ruhun bizə duacu eləsin. Bunların ruhlarının bizə mədədkar olsun, düz yolu göstərməkdə bizə yardımcı olsunlar. Beləliklə, bu günü də qutardıq. Allaha şükür olsun. İnşallah Allah ömür verirsə bir ayrı gün bir başqa kitablarla yenə də dədələrimizin yazdıqları, yaratdıqları dil və yazı uyğarlıqlarından bir ayrı nümunələrlə tanış olarıq. Hələlik sağ qalın.